Xoş gördük, vaxtınız xeyir, aktual gündəm efirdədir. Azərbaycan təhsilində yeni dövrün başlandığının artıq anonsu verildi. Əslində, biz dünən Təhsil Nazirinin İctimai Televiziyada verdiyi müsahibəni də dinlədik. Ondan öncə isə STEM Azərbaycanın açılışında elədiyi nitq və ümumiyyətlə bu STEM layihəsi artıq neçənci dəfədə Azərbaycanda keçirilir. Amma bu dəfə mənim təəssüratım belədir ki, daha uğurlu alındı, sanki daha əhatəli idi və böyük bir ümidlər yarandı. Həm təhsil sisteminə yeni baxış, həm təhsil standartlarına yeni baxış, həm də qonaqların və iştirakçıların, yəni ümumi mənzərəsi deməyə əsas verir ki, bizim bildiyimiz ənənəvi klassik və təcrübədən uzaq, reallıqdan bəzən uzaq, sırf elmi nəzəri predmetlər üzərində qurulan, fərqi yoxdur, bu ortadır, alidir və yaxud da orta ixtisaslı fərq etməz təhsil, daha çox dünyanın indi bildiyi dildə, yəni sənaye ilə eyni dildə, istehsalatla eyni dildə, praktika ilə eyni dildə danışmağa başlayacaq. Əslində, dünya buna çoxdan gəlmişdi. Sadəcə olaraq biz uzun müddət buna vaxt sərf eləməli olduq ki, bu prosesi ümumiyyətlə nəinki anlayaq, həm anladaq və həyata keçirək. Təhsil Nazirinin çox maraqlı bir ifadəsi vardı. Təxminən 2 il öncə bunu söyləmişdi və mənim çox xoşuma gəlir bu ifadə. Azərbaycanda bir çox insanlar hansısa sözün hərflərini oxuyurlar, amma sözün mahiyyətini başa düşmürlər. Və həqiqətən də islahat dedikdə də ini də oxuyurlar, sını da və s. və ilə axır, amma mahiyyətini anlamırlar ki, islahat hardan başlamalıdır? İnsanların özündən başlamalıdır. Amma bu islahata nə qədər hazırlıq? Bax, bunu da bir müzakirə eləməyə ehtiyac var. Çünki yeni nəsil universitet modeli, yeni nəsil məktəb və yeni nəsil peşə təhsili illah da ki, daban-damadan süni intellektin gəlişi ilə həm ixtisasların, həm peşələrin bir transformasiyası baş verəcək. Bu transformasiyaya hazırıq mı? Nə dərəcədə biz bütün bu proseslərə özümüzü hazır bilməliyik və nələri etməliyik? Həm məktəbdə, həm orta ixtisasda, həm də ki, ali təhsildə. Qonaqları təqdim edin, müzakirəyə başlayaq. Günel Abdullayeva, STEM mərkəzlərinin idarə edilməsi bölməsinin rəhbəri, Bəxtiyar Nəcəfov, təhsil analitiki, Vüsət Əzizov, peşə təhsili üzrə ekspert və Zoom bağlantısında psixologiya üzrə fəlsəfə doktoru, doçent Limonət xanım Əmrahlı var. Xoş gördüksin hamınızı. İcazə verirsinizsə, mən Günel xanımdan başlayayım, ona verəcəyim bir neçə sual var. Əslində, STEM bir dünyada çoxdan tətbiq olunan bir sistemdir. Nə yaxşı ki, bizdə də var. Və nə yaxşı ki, bu miqyasda və bu yanaşma ilədir. Mən bütün günlərini izləyə bilmədim təbii ki, onun tərkibinə də bir neçə layihələr həyata keçirildi. Nə dərəcədə uğurludur və real görünürmü, yoxsa hələ ki, böyük əngəllər var? Mən əvvəlcə festival haqqında danışmaq istərdim ki, STEM Azərbaycan festivalı ilk dəfə 2021-ci ildə həyata keçirilib və artıq 5-ci ildir ki, festival ölkənin müxtəlif regionlarından olan məktəbliləri, tələbələri, müəllimləri, startapçıları və texnologiya həvəskarlarını bir araya gətirir. Əslində, bu festival çox böyük öyrənmə platformasıdır. Burada ilk dəfə olaraq bu il bizim 5000-dən çox qeydiyyatımız olub. Festivalda isə 1400-dən çox iştirakçı iştirak edib. Onlardan 800-ü regionlardan, 400-ü Bakı Abşeron Sumqayıt məktəbindən, 200-dən çoxu isə xarici iştirakçılar olub. Festivalda Azərbaycanla birlikdə ümumilikdə 22 ölkə iştirak edib. Bu il Afrika qitəsindən başqa demək olar ki, bütün qitələrdən bizim iştirakçılarımız var idi. Bir də Antarktida olmazdı, yəqin. Antarktida yox idi, bəli. Siz coğrafiyaçı olduğunuz üçün oradan istədim ki, görün, bəlkə Antarktidadan da kimsə gəlib. Əslində, Afrikadan da olacaq sözsüz, çünki Afrikadan da potensial var. Hindistandan var idi mi qonaqlar? Pakistandan var. Pakistandan hər il gəlirlər, bəli. Bu il uzaq ölkələr, Yeni Zelandiyadan, Çilidən, Amerikadan həmişə bizim iştirakçılarımız olur. Həmçinin bizim jüri heyətimiz də, münsiflər heyətimiz də müxtəlif ölkələrdəndir. İsveçrədən, İngiltərədən, Slovakiyadan, Çexiyadan bu il və Türkiyədən həmişə münsiflər heyətimiz olur. Bu il festivalda bizə çox dəstək olublar.
Və bəli, qeyd etdiyiniz kimi bu il bütün digər festivallardan daha geniş miqyaslı, daha yaxşı və kateqoriyalarımız da bu il çox idi. Bu il 18 yarış kateqoriyası üzrə yarışlarımız olub. Burada dron texnologiyaları, peyk texnologiyaları, hidrogen maşınlarının yarışı, innovasiya layihələrinin müsabiqəsi, əlavə olaraq workshoplar, panel müzakirələri olub, bəli. Mən bir sual verim, mənim üçün çox maraqlıdır. Azərbaycan uşaqları, Azərbaycan iştirakçıları deyək, daha çox hansı bax o sahədə özünü fəal göstərirdi? Hansı kateqoriyada? Bəli. Bizim əslində bütün kateqoriyalarda iştirakçılarımız, bəli. Çox kateqoriyalarımızda da beynəlxalq iştirakçılarımız var. Ən çox hidrogen maşınları kateqoriyasında xarici iştirakçılar üstünlük təşkil edir. Bizdə o qədər maraq yoxdur hidrogenə, hə? Eləmi? Bilirsiniz, bizdə təcrübə azdır. Slovakiya, Çexiya bu ölkələr artıq ixtisaslaşıb. Ona görə onlar daha yaxşı nəticələr göstərir və hər ildə festivala bir çox komanda ilə gəlirlər. Yəni o kateqoriyada biraz bizdən öndədirlər. Amma digər kateqoriyalarda kifayət qədər region uşaqları, məsələn, qeyd etdiyim ki, 800 nəfərdən çox regiondan iştirakçılarımız olub. Bu o deməkdir ki, bizim regionlarda, yəni ucqar kəndlərdən iştirakçılarımız var idi. Həqiqətən çox həvəsli, motivasiyalı şəkildə gəlirlər, bir-birlərindən öyrənirlər, komanda şəklində işləyirlər. Sistemin əsasında əməkdaşlıq, komanda İndi Günel xanım, baxın, bu bitdi. Növbəti il təbii ki, növbəti olacaq. Yəni artıq demək olarmı ki, bu gündən başlayaraq növbəti3-hazırlıq olacaq məktəblərdə. Məktəblərdə bax bunun stimullaşdırılması üçün hansı işlər görülür? Məktəblərdə STEM layihəsi 3-cü sinifdən 9-cu siniflərə qədər tədris olunur. Hal-hazırda 300 mindən çox şagirdi əhatə edir və 407 məktəbdə var. Ölkə üzrə 407 məktəb. Ölkə üzrə 407 məktəb tətbiq olunur. Hər ildə genişlənmə var və bizim əlavə olaraq təxminən 10% məktəbə əhatə edir Azərbaycan məktəblərinin. 4000 neçə məktəbimiz var. Aha, buyurun. Əlavə olaraq da bizim STEM mərkəzlərimiz fəaliyyət göstərir. Azərbaycanın müxtəlif yerlərində 21 STEM mərkəzi var. Onlar harda yerləşir bölgələrdə? Bölgələrdə məsələn Quba, İsmayıllı. Yox, bilirəm. Məsələn, rayonun harasında? Rayonun məktəblərinin tərkibindədir. Bəli, məktəbin nəzdində. Məsəl üçün, hər rayonda bizdə gənclər mərkəzi var. Orada da bir əlavə, məsələn, sizdə var axı tədrisdən əlavə bölmələr və s. Bunu yaratmaq mümkündürmü? Yoxsa sizdə? Bizdə, yəni mərkəzlərdə olan tədris proqramları məktəblərdən fərqlidir. Məktəblərdə daha asandır. Mən də ona gedirəm. Bu mərkəzlərdə yaradırsınızmı? Mərkəzlərdə bəli, tamamilə fərqli. Tamam deməyim, biraz çətindir. Məsələn, biz dron texnologiyaları... Amma var. Bəli. Bəli. Daha geniş miqyaslı, daha çox modulları biz mərkəzlərə veririk. Çünki məktəbdə birdən-birə onu tətbiq eləyə bilmirik. Bəli, aydın. Neçə rayonda var mərkəziniz? 21. Daha doğrusu 14-ü rayonlardadır. 7-si Bakı, Abşeron, Sumqayıt ərazisindədir. Bəs onlar da yenə məktəbdə yerləşir, yoxsa? Bəli, onlar hamısı məktəblərin tərkibində yerləşir. Mən nəyə görə bütün bu sualı bu cür qururam? Əslində bizim uşaqlıq dövrümüzdə bu STEM adlanmırdı. Tamamilə başqa, təbii ki, ideologiyanın tərkib hissəsi kimi, pioner ideologiyasının tərkib hissəsi kimi pioner evləri vardı. Hər rayonun belə vardı, Bakının belə rayonlarının vardı. Hətta, misal üçün, Nəsimi rayonunun bir ayrıca qış dövründə, yəni qış aylarında işləmək üçün bir ayrı sarayı var idi. Yayda isə, indi çox qəribədir, birində bizdə pasport xidməti yerləşir, binası. O Nəsimi rayonunun, biz ona pioner palat da deyirdik, pioner sarayı idi. Və orada bütün bu dediyiniz, təbii ki, Sovet sistemi ilə, o təfəkkürlə, amma bütün bunlar vardı və yaradıcılığın inkişaf olunmasının çox böyük xidməti vardı. Bundan başqa bir də vardı yay. Bu yay da yerləşirdi indiki Türkiyə səfirliyinin bütöv ərazisində. Yəni orada maşın sürməkdən tutmuş, ifaçılıq sənətinə qədər bütün məsələləri əhatə edən bu təkcə bir rayonlu idi. Əlbəttə, indi o imkanlar, o fürsətlər yoxdur. Amma rayonların hamısında gənclik mərkəzləri var. Mən özüm bax bu şeylərin həmişə tərəfdarı olduğum üçün və çox istəyirəm ki, bu praktik olaraq fizika dərsində, həndəsə dərsində, nə bilim, hansısa başqa bir dərsdə və öyrəndiklərini bax bu şəkildə reallaşdırmaq üçün bizim uşaqlara meydança versək, biz gələcəyin alimlərini artıq orada görəcəyik. Və bu, ona doğru gələn bir addımdır. Bu mənada mən belə detallı soruşurdum, mənim özümə də çox maraqlıdır. İcazə verirsə, mən Limonət xanımdan bir məsələni soruşum. Limonət xanım, baxın, ümumiyyətlə STEM ideyasının təhsildə ən çox da indi bax bizdə 3-cü,
9-cu siniflərə əhatə edib. Bəzi ölkələrdə hətta bu lap erkəndən də başlayır. Belə nümunələr də var. Uşaqlara nə dərəcədə təsir edir? İndi deyəcəklər ki, bəzi valideynlərimiz uşaqlar bütün gün hazırlıqdadır. Bir də bu da bu yandan gəldi. Amma buyurun Limonət xanım. Deyəsən Limonət xanım məni eşitmədi. Mən sizi eşidirəm, amma studiyanı görə bilmirəm. Aha. Siz onda eşitdinizsə sualı cavab verin, bu dəqiqə texniki məsələni də həll eləyərik. Mən onda xahiş edirəm. Sualı yaxşı. Səsiniz də qırıq gəlir, sualı yaxşı texniki problemi həll etdikdən sonra bu sualı cavablandırarsınız. İcazə verirsiniz, mən bu peşə təhsilində əslində burada çox ciddi bir məsələ var. Bu peşə təhsilinə gedən yol əslində STEM-dən başlayır mənim aləmimdə. Amma Sovet dövrü, xüsusən də Sovet dövrünün son illərində peşə təhsilini nüfuzdan salmaq üçün çox işlər görüldü. Və çox təəssüf ki, burada bir pis nümunə yaranmışdı. Sən oxumursansa səni peşə təhsilinə göndərəcək və bu bir cəza kimi görünürdü. Valideyn üçün də, uşaq üçün də. Bu münasibətlərin dəyişməsi nə dərəcədə reallaşıb bu illər ərzində və neçə nümunəvi peşə təhsili məktəbimiz var ki, biz orada həm tədrisin, həm texniki imkanların normal səviyyədə olduğunu deyə bilərik. İndi bir Koreya məktəbindən başqa mən bildiyim o birlər haqqında məlumatım olmadığı üçün soruşuram. Və nə dərəcədə bazara hesablanmış mütəxəssislər yetişdirə bilirlər? Buyurun. Onu doğru oladınız. Yəni, əvvəlki dövrlərdə peşə təhsili ilə bağlı ictimaiyyət arasında fərqli düşüncələr var idi. Amma son dövrlər peşə təhsili dövlət agentliyi tərəfindən aparılan işlər artıq deməyə əsas verir ki, ciddi şəkildə burada islahatlar gedibdir. Və elə bayaq da vurguladınız, STEM layihəsində Bərdə rayon üzrə peşə təhsili məktəbinin iştirakçıları 3 kateqoriya üzrə, yəni medallara layiq görülmüş. Hətta belə deyək, orada peşə təhsili iştirakçıları, yəni təhsil alan şagirdlər də orada kifayət qədər yüksəncə göstərilir. Təbii ki, burada digər regionlarda da yəni bütün bu kateqoriyalarda iştirak edə bilməsə də müəyyən dərəcədə iştirak edə Niyə edə bilmədilər? Yəni çünki orada maddi baza məsələsi də var ki, yəni kifayət qədər həmin o belə deyək STEM layihəsi üzrə ixtisaslaşmış peşə məktəbləri deyil. Onlar daha çox digər ixtisaslar üzrə ixtisaslaşıblar. Çünki burada peşə təhsilinin təbii ki, növləri var. Texniki peşə təhsili var, yüksək texniki peşə təhsili var. Yəni bu kateqoriyalara görə bölünür və artıq belə deyim 2021-ci ildə, yəni son 5 ildə biz tələbə qəbuluna nəzər salsaq görə bilərik ki, artıq 2025-26-cı tədris ili üzrə 27 mindən çox tələbə peşə təhsilinə qəbul olubdur və artıq bu 2021-ci ildə müqayisədə 2 dəfədən çox, yəni təxminən 113% belə deyək, artım olmuşdur və bu da artıq sizcə sub-bakalavr məsələsinə o məsələ görə də var, deyil ki, bəli. O da var ki, 2000 artıq belə deyək 2000-ə yaxın təxminən 7000-dən çox tələbə yüksək texniki peşə təhsili üzrə artıq tələbə adını qazanıb ki, onlar da öz təhsillərini bitirdikdən sonra 7000-i yüksək texniki gedib. Amma 20000 doğrudan da mütəxəssis var. Bəli, həm texniki sahə üzrə gedib. Çünki burada belə deyək, peşə təhsili daha çox qısa müddətli dövrü əhatə etdiyinə görə, yəni əmək bazarının tələblərinə cavab verən mütəxəssis daha qısa zamanda yetişdirir və eyni zamanda daha az məbləğə. Çünki ali təhsilin belə deyək, həm təhsil haqqısının çox olması və digər tərəfdən müddətin də çox olması və həmin şəxsin əmək bazarının tələblərinə cavab verməsi baxımından peşə təhsilinin belə deyək, əhəmiyyəti çox vacibdir və eyni zamanda buna vurulmaq lazımdır ki, artıq belə deyək, işğaldan azad olmuş ərazilərə hər il kifayət qədər vətəndaşlarımız qayıdırlar və təbii ki, həmin şəxslərin də o regionun əvvəlki Sovet dövründə və yaxud da ki, o belə deyək, 30 il bundan əvvəlki dövrdə həmin şəxslərin belə deyək, orada mövcud olan əmək bazarının tələblərinə cavab verməyə görə peşə təhsilinə həmin şəxslər müraciət edirlər elektron variantda. Portal Eduaz elektron belə deyək, saytdır. Həmin şəxslər orada müraciət edirlər və dövlət tərəfindən də onlara belə dəstək göstərilir və qısa müddətli təlimlərə cəlb olunaraq həmin şəxslərə dövlət nümunəli sertifikatları verilir və həmin sertifikatlarda onlar artıq belə deyək, dövlət qurumlarında və yaxud da özəl sektorda artıq əmək fəaliyyətilə məşğul olurlar. Daha çox hansı ixtisaslar tələb olunur? Təbii ki, burada 27 kənd mindən. təsərrüfatı ixtisasları ilə bağlıdır. Çünki regionda kənd təsərrüfatı və eyni zamanda burada texniki tərəflər də var. Bəs Bakı şəhərində? Bakı şəhərində Yəni mən daha ümumi çox istəyirəm mənzərəni Bəli, yaradaq. Bakı şəhərində daha çox belə deyək, yəni gənclər müraciət edirlər və eyni zamanda digər ixtisaslar ki var, məsəl üçün qısa müddətə o
həmin ixtisası öyrənərək həm əmək bazarına daxil olar, həm də ki, onlar belə deyək bir sahibkar kimdə formalaşa bilirlər. Çünki artıq işin dərinliklərini bilirlər və dövlət tərəfindən belə deyək, sahibkarlıq fonu tərəfindən və eyni zamanda da məşğulluq agentliyi tərəfindən də həmin şəxslərə maddi vəsait yəni yardımı göstərilir, dövlət tərəfindən dəstək göstərir ki, həmin şəxslər həm özlərini inkişaf elətdirirlər, həm də ki, öz işlərini belə deyək, inkişaf etdirmək imkanı qazanırlar və eyni zamanda da yəni peşə təhsilində belə deyək, 70%-dən çox dövlət dəstəyidir, yəni dövlət sifarişi yerlərdir və ödəniş əsaslarla qəbul olan şəxslər də Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil və kredit fonduna müraciət edərək də təhsil haqqlarını kredit vasitəsilə ödəyərək və belə deyim, artıq onlar əmək fəaliyyətinə başladıqdan sonra müəyyən müddətdən sonra həmin belə deyək, kredit ödəyə bilirlər və eyni zamanda da qeyd etdiyim kimi bunlar açıq mənbələrdə var bu məlumatlar. Amma mən sualım çox konkret idi və mən bunu mənzərəni yaratmaq istəyirəm. Bax, bu 27 min müraciət edənlərin əsas hansı ixtisaslara üstünlük verirlər? Dediyim kimi, yəni burada belə deyək, ixtisasların 60% regionlardadır. Yəni burada ixtisaslar sayı kifayət qədər çoxdur və eyni zamanda daha çox yönəllik profilləri demək olar. Profillər belə texniki tərəflər var. Məsələn, mexatronika tərəfi var, robotlarla bağlı olan ixtisaslar var. Bax, birinci yerdə hansı ixtisas gəlir məsələn? Daha çox belə deyək, son dövrlər müraciət var. Daha çox olduğuna görə, yəni dediyim kimi, subbakalavr olan ixtisaslara müraciətlər çoxdur. Yəni subbakalavr dərəcəsi verən ixtisaslar və daha çox qeyd etdiyim kimi texniki tərəfi olan, məsəl üçün belə deyək, nəqliyyatla bağlı olan ixtisaslar var. Məsələn, silingər ixtisası var və yaxud da ki, maşın belə deyək, maşın silingəri var, yaxud da elektrik var. Bunlar daha çox həm əmək bazarının tələbinə cavab verdiyinə görə oğlanlar daha çox buna maraq göstərirlər və digər tərəfdən artıq nəzər salsaq biz görə bilərik ki, 40% xanım tələbələr, yəni bu qəbul olunan tələbələrin 40%-i xanım tələbələr. Burada həm gender bərabərliyi qorunur, həm də burada ixtisaslar nədir xanımlarda? Vizajist var, məsələn, bərbər var, daha sonra moda dizayn var, qrafika var. Yəni bu ixtisaslara da xanımlar daha çox yönəlirlər, öz belə deyək, əmək bazarında özləri iş tapmaq baxımından bu daha real görsənir. Söylədiyiniz, bax bu mən ona görə israrla soruşurdum. Əslində mənzərəni mənim üçün biraz qaranlıq elədi. Niyə? Bu artıq görünür ki, bu yaranan, indi siz də bunu qeyd etdiniz, 27 minə çatması, bu subbakalavra görədir. Siz 7 min rəqəmini söylədiniz, biz bilmirik ki, neçəsi ümumiyyətlə uğursuz olub və s. Əslində belə bir mənzərə var. Dediyiniz ixtisaslar biz çox yaxşı bilirik ki, nə çilingərlik, nə də ki, o vizajistlik bir texniki peşə məktəbinin öyrədəcəyi bir sahə deyil. Çünki burada trendlər tez-tez dəyişir, yeni mexanikalar gəlir və mən bilmirəm, doğrudanmı o müəllimlərin hamısı Çində istehsal olmuş ən son model maşınların yəni dilini bilirlər ki, onu öyrətsinlər. Təbii ki, burada amma klassik bizdə sənətlər var idi. Mən onu gözləyirdim ki, misal üçün Azərbaycanda çox böyük şöhrət qazanmış dəmir yolu texnikumu vardı. Var, onunla bağlı peşə məktəbləri də var və bilirəm var, amma tələb varmı? Tələb var, bəli, kifayət qədər tələb. Onlar demək olar ki, 100% plan yerini doldururlar və həmçinin siz doğruluqla orada Azərbaycan beynəlxalq təcrübədə əsaslanır və həmin bu sahədə inkişaf etmiş, yəni istər belə deyək, Çin olsun, Türkiyə olsun və digər ölkələrlə yəni beynəlxalq əməkdaşlıq həyata keçirirlər. Buradan tələbələrin belə deyək, təcrübə keçirməsinə görə və ya da orada bəs onların texniki bazası nə yerdədir? Dövlət tərəfindən dəstək göstərilir və kifayət qədər də belə deyək, həmin peşə məktəblərinin texniki bazası yenilənir və bu beynəlxalq təcrübə mütəmadi şəkildə həmin orada təhsil verənlərin ixtisasının artırılmasına bağlı işlər də görülür. Mən tutaq ki, çilingər olmaq qərarına gəldim. İndi bu yaşda nə olar ki, Naxçıvanda, Ordubadda bir xanım gəldi xalçaçılıq öyrənməyə. İndi mən də tutaq ki, bugündən ya lift mühəndisliyi öyrənmək istəyirəm, ya da ki, çilingərlik. Bu texniki peşə məktəbində o avtomobillər, o reallıq, o mənzərəni mən görə biləcəm, yoxsa hansı kitabdan dərslikdən? Xeyr, dual proqramlarda var. Burada yəni iş mühitində artıq onlar öyrənirlər. Yəni, hardadır o iş mühitləri? Onlar dövlət tərəfindən xüsusi proqramlar var. Həmin proqramlar nəticəsində həmin şirkətlərlə müqavilə imzalanır. Həmin müqaviləyə əsasən həmin o tələbələr belə də peşə ixtisaslarını həm praktiki olaraq öyrənməklə bərabər nəzəri olaraq öyrənirlər. Yəni kitabda yazılanların praktiki olaraq işdə həyat icrasını həyata keçirirlər. Bəs vizajistlər misal üçün indi xanımların mövzusu. Onlar harda praktikanı görür? Onlarla da bağlı xüsusi yerlər var və qeyd etdiyim kimi həmin orada dərs keçən təhsil verəndə belə təhsil verənlərin ixtisas artırılması ilə bağlı kifayət qədər işlər görülür. Dediyim kimi beynəlxalq təcrübəyə əsaslanır. Müəllimlərin xarici müəllimlərin ölkəyə cəlb edilməsi və ya da ki vizajist üzrə. Yox, digər ixtisaslar üzrə deyirəm təbii ki. Və həmin bu müəllimlərin də xarici ölkələrə göndərilir və həmin o beynəlxalq təcrübə öyrənilir və artıq onun bura tətbiqi həyata keçirilir. Yəni burada belə deyək, operativ şəkildə bu
ildən ilə dünyada baş verən, əmək bazarına baş verən qlobal dəyişkənə uyğun olaraq çevik şəkildə həmin o tərəflərin qarşılaması həyata keçirilir. Aydındır. Məni bu çox sevindirdi. Əslində biz ötən dəfə verilişdə Bəxtiyar müəllim bu sözü demişdi ki, dünyada sənaye ilə universitetin birgə işləməsi metodu çoxdan tətbiq olunub, amma biz çox ləngimişik. İndi bu detala da gələcək, amma indi reklam zamanıdır. Baxaq. Müzakirəmiz davam edir. Yeni təhsil standartları gəlir, yeni tədrisin metodları gəlir və artıq süni intellekt bir çox peşələri əvəz eləyəcək və bu reallıq artıq görünməkdədir. Tezliklə hansı peşələr ümumiyyətlə tarixə qovuşacaq və biz yeni peşələri öyrənməyə hazırıqmı? Bu proses orta məktəbdən olmalıdır. Orta məktəbdə doğrudur, bizim uşaqlarımız ağıllı cihazlardan istifadə edirlər, amma həmişəmi ağıllı istifadə edirlər. Biz necə eləyək ki, ağıllı cihazlarla ağıllı istifadə qaydasını birləşdirə bilək. Budur əsas müzakirə məsələmiz. Amma biz buna qədər həm Azərbaycanda STEAM layihəsi ilə bağlı, həm də peşə təhsili ilə bağlı bir vəziyyətin mənzərəsini öyrənmək istədik. Çünki hər şey oradan başlayır, məktəbdən başlayır və reallıqları da söyləndi burada. Suallarsa yenə də qalır və bu sualları mən Bəxtiyar müəllimə verəcəm. Bəxtiyar müəllim, Azərbaycan universitetlərinin ümumiyyətlə bax bu müasir, mən bu sözdə artıq istəmirəm bu cür ifadə edeyim, yəni 21-ci əsrdə demək, artıq 2025 standartlarına uyğun olub olmaması üçün nə qədər vaxt lazımdır və neçənsi universitetlərin buna ümumiyyətlə uyğundur?
Salam, əvvəlcə tamaşaçılara və studiyadakı qonaqlara salamlayıram. Məsələyə buradan başlayaq. Yəni, dövrümüzdə artıq texnologiya ilə bərabər insan modelləri də dəyişir. Yəni, ixtisaslar əvvəlki illərə baxdığımızda çox sürətlə yox olur və yeni ixtisaslar onlara əvəzləyir. Məsələn, əvvəl keçmişdə ixtisas yeni bir peşə sahəsi çıxanda bu 35-40 il gündəmdə qalırdı. İndi isə maksimum 15 il ərzində yox olur, 3-5 il ərzində isə köhnəlir. Bəs biz buna nə qədər hazırıq? Biz buna məncə hələ hazır deyilik. Niyə hazır deyilik? Çünki biz biraz öncə vurğuladığımız 3-cü nəsil universitet modelinə, yəni sənaye ilə işbirliyi görən universitet modelinə gəlib çıxmamışıq. Bugün hər hansı bir universitetimizi örnək göstərə bilmərik ki, o universitetimiz universitet sənaye işbirliyində dünyadakı ən yaxşı universitetlər kimi bu modeli tətbiq edə bilir. Yəni, elə bir universitetimiz yoxdur. Amma örnək çəkə biləcəyimiz sıfırdan qurulan, müasir universitet metodlarını uyğulayaraq universiteti quran universitetlərimiz var. Buna Bakı Ali Neft Məktəbinin, AD Universitetin örnək göstərə bilərik. Onlar neçəncə nəsil universitetə aid oluna bilər? Bunlar əslində AD Universiteti biraz sosial yönümlü daha fəaliyyətdə olandır. Bakı Ali Neft Məktəbi isə daha çox neftə aid, yəni bəzi ixtisaslar üzrə daha çox peşəkarlaşıb. Məsələn, neft mühəndisliyi mən deyərdim ki, regionda ən yaxşı verir. Hətta Türkiyədən belə mən düşünürəm ki, Bakı Ali Neft Məktəbində olan Tibb də məncə o kateqoriyaya aid ola bilər, yoxsa yox? Tibb universitetimiz bizdə, məsələn, çox təəssüf olsun ki, illərdir sadəcə bir universitetdə var. Məsələn, dünyada tibb universitet yox, daha çox fakültə olaraq. İllərdir bir universitetdə yox. 90-cı illərdə bir 27 universitetdə var idi. Tamam, o yeni açılıb da Qarabağ Universiteti ilə hal-hazırda da Bakı Azərbaycan İtaliya Universitetində yeni fəaliyyətə başlayacaq. Amma bu günə qədər bir Naxçıvan Dövlət Universitetində Seçenyov adına Seçenyov, o da bizim bir şöbə kimidir fəaliyyət. Yəni Azərbaycana məxsus Azərbaycan Tibb Universiteti. Yox, mən başqa şey deyirəm. Yəni bax 90-cı illərdə bir 27 universitetin tibb fakültəsi var idi. O heç, bu bir xaos dövrü idi. Amma indi bax o tibb universitetinin özü deyirsiniz bir, amma çox nəhəng bir kompleksdir. Xəstəxanaları var, klinikaları var. Orada vəziyyət necədir? Çox acınacaqlı. Bugün tibb universiteti məzun elədiyi, həkim məzun eləmir, sadəcə tibb universitetindən məzun olan tələbə məzun edir. Yəni bu günlərin müasir standartlarının heç birinə cavab vermir. Düzdür, son illərdə xaricdə uzmanlıq oxuyan, özəlliklə də Türkiyə, Almaniyada uzmanlıq oxuyub, geri dönüb bu sahədə işləyən həkimlərimiz var. O başqa şeydir. Mən bizim tibb universitetinin. Amma hal-hazırdakı mövcuddakı durum heç də ürəkaçan deyil. Onda bir sual da yaranır və mənim üçün maraqlıdır. UNEC-dəki vəziyyət necədir? Nə qədər praktikaya yaxındır? Çünki orada birbaşa... Bəli, UNEC-lə bağlı belə müsbət fikir söyləyə bilərəm ki, çox uzun illərdən sonra Times Higher Education Rating sıralamasında ilk minliyə girən yeganə Azərbaycan universitetidir. Yəni bu əslində Times Higher Education-dan bəhs edirəm. İlk minliyə daxil olandan bəhs edirəm. Çox universitetlər var. Əslində digər universitetlər var, müxtəlif kateqoriyalar üzrə olurlar. Yəni UNEC-in qlobal kateqoriya üzrə ilk minliyə girən tək universitetimiz UNEC-dir. Digəri Azərbaycan Texnik Universiteti var, Bakı Dövlət Universiteti var. Onlar da 1500 plusda yer alır. İlk minliyə daxil olan yoxdur. Varsa deyin, biz də baxaq. Göstərəm linklər, universitetlər kifayət qədər bu il daxil olublar reytinqlərə bu ildə. Yəni mən bu sahə üzrə təcrübə sahibiyəm və illərdir bu sahəni araşdıran biriyəm. Təbii ki, Azərbaycanda yox, dünyada. Bu il Times Higher Education-da siz dediyiniz QS-dir, QS reyting sıralamasında. O heç onu daxil olurlar. Orada uşaq bağçalarda da var. UNEC-in işləri kifayət qədər var. Bir üzrəsindən bir müdaxilə edin bir məsələdə. Yəni UNEC-in bir müsbət tərəflərindən ibarətdir ki, artıq bu ildə məzunları ilə bağlı işlər kifayət qədər görülür ki, yəni qısa müddət ərzində, məsələn 2-3 il ərzində məzunların iş tapa bilməməsi artıq onlar üçün bir siqnaldır ki, məzunlar niyə iş tapamır və onları geri çağıraraq onlara qısa müddətli treninqlərə cəlb edirlər ki, iş tapmaq ilə. Yəni əsas məsələ burada təbii ki, məzunların
bitirməsi ilə yox, iş tapması ilə bağlıdır. Çünki qısa müddətə əmək bazarında Mən bir işlə şey təmin demirəm. olunursa, Reallığı mən deyim, indi UNEP-lə mənim işim yoxdur. Yeni bir islahat aparıldı, adı dəyişdi, binası və hər şey çox gözəl. İllərdir UNEP Azərbaycanda qida mühəndisi yetişdirir. Böyük bir orada laboratoriya da quruldu. Amma Azərbaycanda yenə qida sənayesinin nümayəndələri xaricdən gətirir qida mühəndislərini. Bəli. Və bunda nə oldu da? Yəni burada ixtisaslaşmada da problem var. Məsələn, UNEP-də qida mühəndisliyinin mən düşünürəm ki, olmaması gərəkir. Qida mühəndisliyi Bakı Dövlət Universitetində olsa və ya bu sahədə Əslində o Gəncə Texnologiya Universitetində olmalıdır. Gəncə Texnologiya Universitetində olsa və ya Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texnik Universitetində də ola bilər. Yəni bu cür laboratoriya şəraitinə ehtiyac olan universitetdə UNEP daha çox necə deyim, müasir dövrümüzü idarə etmə, işlətmə, iqtisad, yönümlü fənləri üzrə daha çox məşhurlaşır və bu üzrə reytinq sıralamasına daxil olub. Yəni məncə o ixtisasın orada olması onsuz da yanlışdır. Yaxşı, onda başqa bir sual verim. Elə söhbət düşmüşkən Texnologiya Universiteti vəziyyəti necədir, ümumiyyətlə reytinqlərdə? Bakı məktəbini siz söylədiniz, mənim üçün maraqlıdır Azərbaycan Sənaye Universiteti. İndi onun adını dəyişib, yenidən azə eləmək istəyirdilər, bilmirəm, oldu, olmadı. Bax, bunlarda vəziyyət necədir? Bunlarda biz ümumiyyətlə götürdükdə Azərbaycandakı Dövlət Universitetindəki vəziyyətlər yaxşı deyil. Niyə? Burada idarə etmə sistemindən başlayaraq, hətta Bakı Dövlətdə. Bakı Dövlət daxil deyirəm. İdarə sistemindən başlayaraq, mövcuddakı tədris metodikasından başlayaraq, dərsliklərdən başlayaraq hamısı kifayət qədər dəyişilməlidir. Yəni burada müasir dövrün tələblərinə cavab verməyən kifayət qədər tədris materialları var ki, hal-hazırda istifadə olunur, amma bundan istifadə olunmamalıdır. İcazə verin, Günel xanım bizim içimizdə ən gəncdir və yeni qutarıb universitetdə, belə təxminən bizə baxanda. Doğrudanmı elədir? Hər şey köhnədir. Müəllimlər, avadanlıqlar, özə sizdə coğrafiyadır və siz daha çox praktika ilə. Doğrudanmı? Yəni əslində biz bu çətinliyi çəkmişik, bəli, inkar edə bilmərəm. Çünki həmişə təzə vəsaitlər olmayıb bizdə. Ancaq köhnə kitabları, bəzi kitablar kiril əlifbası ilə olub. Bəli, yəni yeni materiallar demək olar ki, ancaq internetdən araşdırıb özümüz tapa biləcəyimiz materiallar. Hətta elə xəritələr var ki, orada Amerika kəşf olunmayıb, hə? O qədər də deyil. O qədər də deyil. Dövlət Universitetinin 100 yaşı var cəmsi. Təxminən neçə il qabağın dərslikləri və dərs vəsaitləridir? Sonra 68-ci ilin 72-ci 91-dən əvvəl. Bəli. Kitablar həddən artıq köhnə. Çətin bir dövr. Coğrafiya elmi inkişaf eləməyib ümumiyyətlə dünyada 91-dən sonra. İnkişaf eləyib, əlbəttə ki, çox inkişaf eləyib. Sadəcə bizim ölkəmizdə bilmirəm, yeni nəşrlər, kitablar, tədqiqatlar aparılmırmı, nədir, bilmirəm. Yəni biz yeni vəsaitlər demək olar ki, çox az əldə eləmişik. Yəni yeni vəsaiti yazacaq müəllim heyəti yoxdur. Bu da işin ayrı məsələsi. Yaxşı, götürüb tərcümə eləyək. Hə, götürüb tərcümə də eləmirik. Bu da başqa. Yaxşı, sizin sahədə necədir? Kimyada? Kimya mühəndisliyində sahə daha da acınacaqlıdır. Yəni coğrafiyadan da pisdir. Təbii ki, belə bir örnək verim. Məsələn, dünyada qəbul olunmuş kimya mühəndisliyinin tədris metodika kitabları var. 7 dərs var ki, təməl dərslərdir. Bunu mütləq tələbə görməlidir. O dərslər Azərbaycanda adı belə yoxdur, yəni verilmir. Azərbaycandakı kimya mühəndisliyi əslində kimya ixtisasından çox da fərqi yoxdur. Yəni eyni tədris metodikası ilə işlənilir. Cüzi fərqlər var. Amma bu da dünya standartlarına uyğun olan bir Orada standartlar neçənci ildə qalıb? Bakı dövlətdəmi? Mən deyərdim 60-da qalıb. Axı ondan sonra Mendeleyevin ən az dövrü cədvəlində neçə dənə yeni element, onlar keçilir, onların yeni elementlər. Yeniləməyə çalışırlar. Nə ilə? Öz gücləri ilə də müəllimlər araşdırma eləyir, yeni məqalələrdən, Web of Science-da yayımlanan məqalələrdən özləri üçün mühazirə proqramı hazırlayıb yeni məqalələrdən istifadə edirlər. Amma müasir kitablar varmı? Yox. Məsələn, üzvü kimya kitabı Allah bilir neçənci ildə son dəfə yazılıb və istifadə olunur. Və o üzvü kimya kitabında da bəli və kifayət qədər problemlər var. Məsələn, kimya mühəndisliyinin tasarımı deyə dərs var. Azərbaycanda keçilmir. Bəli, dizaynı deyə dərs var. Azərbaycanda nə qədər bizdə ona o sahə üzrə mütəxəssis tələb olunur. Bəli. Maraqlıdır. Mən indi Vüsət müəllimdən əslində onu soruşacağam. Sizin ixtisasınız nədir Vüsət müəllim? Riyaziyyat.
riyaziyyat, Bakı Dövlət Universiteti. Riyaziyyatda elədir ki, vəziyyət heç nə dəyişmir. Min illərdir eyni riyaziyyatdır. Demək olar ki, sayılır ki, yəni artıq daha çox belə deyim, yeni süni intellekt üzərində qurulan işlər gedir. Yəni o da təbii ki, riyaziyyatın bir tətbiq sahəsidir. Təbii ki, yəni, burada riyazi məsələlər var. Ona görə də yəni artıq daha çox burada belə proqramistlər ön plana çıxır. Amma onda siz ürəklə deyə bilərsiniz ki, Bakı Dövlət Universitetinin riyaziyyatı və riyaziyyat fakültəsi öndədir, zamanla ayaqlaşır. Çünki riyaziyyatda zaman donub 5000 il qabağa qalıb. Demək olar da bunu. Aha, 5000 il xeyli də yaş təcrübə var. Ümrət xanım, bax bu yeni texnologiyaların süni intellektdən başlamış, mən STEM-in həm də çox ona görə istəyirəm ki, biz uşaqları bir qədər telefondan ayırırıq. Real bir o mühəndislik, ona psixologiyada bir qəribə bir ad da deyirlər. Yəni bir əl hərəkəti olur, bir mühəndis düşüncəsi olur. Yəni bunun özü bu tərəfdən maraqlı. İkinci bir tərəfdən onların gizli istedadlarının kəşf olunması. Burada çox fərqli istedadlar kəşf oluna bilər. Sizcə, bax bu biraz gecikmiş layihə olsa da effekt verəcəkmi və daha çox hansı yaş qruplarına bu şamil olunmalıdır və daha geniş? Çünki cəmsi 10%-ni əhatə edir, çox təəssüf ki. Birincisi, mən ekspertləri, iştirakçıları və izləyiciləri salamlayıram. Biz hansı məsələyə yanaşmamızdan asılı olmayaraq cəmiyyətdə bir mədəniyyət adında bir anlayış var və bu mədəniyyətin formalaşması uşaqlıq dövrü ilə başlamalıdır. Telefondan, müasir cihazlardan istifadə mədəniyyəti də hələ uşaqlar ailədə tərbiyə alarkən, yəni təhsil müəssisəsinə gəlməzdən əvvəl ailədə formalaşdırılmalıdır. Məhdudiyyətlər qoyulmalıdır. Doğrudur, burada hələ uşaqlarda emosional baxımdan öz fəaliyyətini idarə etmək o qədər də effektli olmur. Amma hər halda ailədə necə başqa şeylərə qoyulan qadağalar kimi bu da formalaşdırılmalıdır. Qaldı ki, müasir yəni texnologiyalarda istifadə bacarıqları burada da şəxsiyyətin çox sayılı məsələləri var. Birincisi, burada hər bir insanın intellekt tipinin xüsusiyyətləri də var. İkincisi, hər bir insanın araşdırma qabiliyyəti, sonra telefonda qarşısına üzləşdiyi situasiyalara, deyək, obrazlara münasibəti. Yəni, burada hər bir adam süni intellekt yaradacaq, hər bir şagird süni intellekt yarada biləcək deyilən bir anlayış yoxdur. Burada hər bir insanın maraq göstərdiyi sahə var. Maraq olmayan insanlar da əlbəttə telefonla üzləşəndə onun daha çox əyləncəli, daha çox onun zövqünə oxşar olan bir məsələlərlə məşğul olacaq. Qaldı ki, ümumiyyətlə kadr hazırlığı məsələləri burada gənc də olsalar da təhsilin bu problemlərini qabardırlar, deyirlər. Bizim kadr hazırlığında daha doğrusu üç böyük gecikdiyimiz məsələlər var. Birincisi, dünyada aktual olan, dünyanın qlobal problemlərində aktual olan peşə sahələrinə hazırlıqlar. Birincisi, dünyada nə baş verir? Dünyada su qıtlığı yaranır. Bu necə həll olunacaq? İkincisi, dünyada enerji qıtlığı yaranır. Azərbaycanı götürsək, bizim neftimiz, qazımız da artıq deyilənə görə tükənmək üzrədir. Nə vaxtsa tükənəcək? Heç bir şey əbədi deyil. Bu məsələ alternativ enerji mənbələrinin axtarışı üzrə. Üçüncüsü, təbii ki, müasir texnologiyalar, informasiya texnologiyalar sahəsində, süni intellektin yaradılması sahəsində. Mən indi bu məsələlərlə bağlı deyil, ümumiyyətlə mən araşdırıram təhsildə. Məsələn, Mingəçevir Dövlət Universitetində çox gözəl tədqiqatlar gedir, çox gözəl ixtisaslar var. Bu ildə, ötən ildə ən böyük maraq olan sahə birinci qrupdaydı. Niyə? Çünki burada iş tapmaq rahatdır. Xüsusilə kompüter elmləri üzrə iş tapmaq rahatdır. Amma biz yaratdığımız süni intellektlə eyni zamanda cəmiyyəti işsizlik problemində çoxaldırıq, qabardırıq. Bunu da nəzərə almalıyıq. Digər mühüm sahə kimya texnologiyalarıdır. Yəni qida sənayesi, geyim sənayesi. Bu məsələlərlə bağlı ixtisaslı kadrlarımız düz deyirsiniz müəllim. Baxsaz, böyük şirkətlərə əksəriyyəti xarici ölkələrdən gətirilir. Təbii ki, psixologiya sahəsi, tibblə yanaşı psixologiya sahəsi. Nəyə görə psixologiya? Çünki psixologiya elmi artıq dəqiq elmlər siyahısına salınıbdır.
psixologiya daha çox tibblə yanaşı öyrənilir. Çünki dünya qloballaşdıqca, əhali çoxaldıqca dünyada istər ölkələr arası münasibətləri, istər də insanlar arası, istər də ali daxili münasibətlərin nizamlanması üçün bu mütəxəssislərə çox böyük ehtiyac var. Amma gələk ikinci məsələyə. Yəni bu hansı sahələr aktualdır? Mənə ikinci məsələ. Bizim kafedralarımız nə vəziyyətdədir? Bizim kafedralarımızda müasir, gənc, bax burada danışan kadrlar kimi innovativ kadrlar girə bilərlərmi? Müəyyən bir sunmalar var, müəyyən bir tanışlıq yolları var. Hər kəs gedib... Yox. Artıq tanışlıq keçmir. Ancaq regionçuluq və qohumçuluq. Yəni qohumluq. Yəni daha qloballaşıb məsələ. Yollar var ki, mən məsələn Azərbaycan psixologiya ixtisası verən kafedralarında bugün gedib müəllim işləyə bilmərəm. Çünki mənim özünə məxsus xüsusiyyətlərim var. Mən yaradıcı insanam, mən yenilikçi insanam, mən tələbələri, yəni Azərbaycanın gələcəyi üçün hazırlayan bir müəllimlərdən birisiyəm. Məsəl üçün deyirəm, mən heç kimdən təmannam istəyim də yoxdur. Bilirəm. Digər bir məsələ, burada peşə mütəxəssisi var, mən yeri gəlmişkən deyirəm. Peşə məktəblərində illik ödəniş haqqı 2000 manat, 2500 manat olarmı? Bu nə deməkdir? Yox, bəzi ixtisaslar var ki, peşə məktəbinə kimlər gedir? Xərci çox olduğu üçün o şəkildə formalaşır. Kimlər gedir peşə məktəbinə? Əsasən regionlardan, ailə imkanları o qədər olmayan və yaxud hansı səbəbdən ali təhsil davam edə mən deyə bilmərəm peşə məktəbində oxuyan uşaqlar hamısı intellekt aşağıdır. Deyin eşitsin Limonət xanım. Mən faktdan danışıram, bu faktı. Təbii ki, mən razıyam. İllik təhsil haqqı 2000 olan var. Yəni ali təhsilin məbləğinə bərabər olan 2500 manat. Var. O elə ixtisaslar var ki, onların o kadrın hazırlanması hansı ixtisasda elə belə ağır başa gəlir? Yəni bu çox, məsələn, pilotların dron texnologiyasına bağlı olan ixtisaslar ki var, məsələn. İndi o bir ixtisas, bəs bu deyir axı. Çox cüzi bir ixtisas. Həm də dediyim kimi, o dövlət tərəfindən çoxsu qarşılanır və Təhsil və Kredit Fondu tərəfindən yəni bu dəstək göstərilir. Bir dənə dron ixtisası 2500-dür. Qalanları ucuzdur. Çox ucuz, 500 manat, 600 manat. Yox, çilingərlikdən gedir söhbət. Yox, dediyim kimi, yəni orada xüsusi ödənişli onlar var ki, sırf maşın təmiri ustalarının hazırlanmasından gedir. Bax, bu ixtisaslarda məbləğlər çox təhsil yüksəkdir. müəssisəsi ilə bərabər. Dron sonra gəldi maşını Yox, orada elə ixtisaslar var ki, bunlar yəni orada şərtlər qoyur. Yəni həmin o yetim kimi iş yerləri ki var. Sırf orada o mütəxəssislər anladım, mən bir şey demirəm. Amma Limonət xanımın dediyi birisiz nədir? Misal üçün, Qaxda fərqi yoxdur, Akstafada fərqi yoxdur. Bir insan gedib çilingərlik oxumaq istəyir. O 2500-dən alsın. Yox, regionda çox o məbləğ Bakıdakı bəzi peşə məktəblərində var onlar. Regionlarda elə deyil Limonət xanım. Regionlar çox çilingərlər xüsusi maşınlar üzrə hazırlanan çilingərlərdir. Traktor və s. Bu belə. Yox, bəs müasir maşın gərək gəlsin Bakıya. Yox, baxın, artıq o avadanlar ki, yenilənir. Yəni peşə təhsil müəssisələri maddi texniki bazasını aydınlaşdırma özüm üçün. Bax, mənim adım Elçindir. Mən gedib Aksafada yaşayıram. Mən istəyirəm ki, maşın mühəndisliyini, yəni çilingərliyini, avtomobil çilingərliyini öyrənim. Bu yoxdur orada. Baxın, məsələn, normalda ali təhsildə belə bir şey var da. Tutaq ki, regionda olmur, Bakıda da yerləşir. Yox, məsəl üçün deyirəm, yəni o ixtisasların hamısı qarşılana bilir. Yəni yoxdur da Aksafada o. Mən gəlməliyəm Bakıya. Bəli, elə ixtisaslar var ki, Bakıda təhsil 2500 manat mən təhsil haqqı ödəməliyəm, doğrudurmu? Bəli. Üstəlik kirayə, çünki yataqxana yoxdur çox. Bəzilərin yataqxanası var, bəli. Çilingərliyin var? O gərək peşə təhsil müəssisəsinin bazasına baxılsın ki, var orada. Demək, mən mütləq onu da tutmalıyım. Beləliklə, çilingər olmaq üçün mən ən azı təxminən 3000-3200 manat pul xərcləməliyəm. Tutaq ki, və ya daha çox, ilyə vuranda kirayə haqqını daha çox pul eləyəcəkdir. Bunu mən Aksafada bir ustaya versəm, bunu mənə öyrətməz? Təbii ki, burada dövlət tərəfindən verilən sertifikat var, diplom var, yəni bunun əhəmiyyəti də var təbii ki. Siz maşını düzəltməyə gedəndə sertifikat soruşursunuz? Yox, təbii ki, maşınız orada... var, bəli. Düzəltməyə gedəndə sertifikat soruşursunuz? Təbii ki, rəsmi servislər aparıb, orada işçilər yəqin ki... Həmişə rəsmi servislərə? Çox vaxt... Onlardan sertifikat soruşursunuz? Xeyr. Vəssalam, bu qədər sadə. Burada başqa, bir dənə müdaxilə eləmək istəyirəm. Bəli. Burada başqa məsələ də var. Məsələn, son dönəmlərdə Azərbaycandan Almaniyaya Ausbildung dediyimiz peşə təhsilinə gedən tələbələrin sayı kifayət qədər çoxalıb. Niyə? Çünki alman dilini öyrənir, gedir Almaniyada həm pulsuz təhsil alır, üstünə də ən az 800.000 evro, bəzən 1200 evro, 1500 evroya qədər də ödəniş alır. Hətta bəzi peşə
məktəbləri, bəzi ixtisaslarda da həmin tələbələrə yer verir, qalmaq üçün yerində Niyə belə qaytarır. bu imtiyazlar var 3 orada? illik bir proqramdır və kifayət qədər də keyfiyyətli təhsil verir. Bildim. Bəxtiyar müəllim, bu imtiyaz niyə görə verilir? Çünki ehtiyac var. Yəni o sahədəki mütəxəssislərə ehtiyac var. Baxın, bu günlərim o kameranı istehsal edən mühəndis daha çoxdur. Nəinki o kamera xarab olanda onu düzəldəcək texnik yoxdur. Ya burada bugünkü ən mühüm məsələ texniki tapmaqdır. Onların da ehtiyacı var və buna görə bu şəraiti yaradıblar ki, qoy artıq mühəndisdən çox texnik Ayda dediniz nə qədər ödəyirlər? 800, 1200, 1500 arası, 800-1500 arası avro ödəyirlər. Bəli. Mən müraciət edə bilərəm, yoxsa yaş Müraciət məhdudiyyəti Almanca var? heç bir yaş məhdudiyyəti yoxdur. Almanca öyrənib Yaxşı bir müraciət edə perspektiv özüm üçün bilərsiniz. çizdim. İkinci bir məsələyə də toxun. Məsələn, Lüminət xanım doğru deyir. Deyir ki, məsələn, Azərbaycanda ixtisaslı psixoloq yoxdur. Bizim ixtisaslı psixoloqlara ehtiyacımız var. Dünya isə artıq süni intellekt psixoloqu axtarır. Yəni biz insanlara xitab eləyəcək psixoloq axtarırıq. Dünya isə süni intellekt psixoloqu axtarır. Yəni biz Hələ biz adi intellektin psixoloqunu tapa bilməmişik. yəni buradakı vəziyyət budur. İcazə verir Lüminət xanım davam elətdirsin. Buyurun Lüminət xanım. Çox ağırlı bir məsələdir siz dediyiniz məsələ. Kafedralardakı işləyən müəllimlərin ümumiyyətlə kafedraların elmi bazasının hansı səviyyədə olmasıdır, kafedraların təchizatıdır. Bayaq dediyim fənlər üzrə kafedraların laboratoriyalarında bax bu məsələlərlə bağlı çox acınacaqlı vəziyyət var. Hələ siz məktəblərdə nələrinsə öyrədilməsindən danışırsınız. Məktəblərimizdə düzgün kompüterləşmə işi başa çatdırılıbmı? Məktəblərdə indi bu müəllimlərin gün ərzı iş rejimindən danışılır. Mən istəyərdim bu məsələ ilə bağlı bir geniş bir veriliş olsun. Biz Bugün cənab nazir öz Telegram hesabında açıqlama verib bununla üçün bağlı. axşama qədər məşq texnologiyalar varmı ki, şagirdləri də yanına alsın, otursun o məktəblərdə, yəni onların ixtisası ilə bağlı əlavə məsələlər, əlavə yəni sualları cavablandırsın. Digər üçüncü məsələ ümumiyyətlə əmək bazarı məsələsidir. Bəli, biz hazırladığımız kadrların qədrini necə bilirik, necə dəyərləndiririk, onları yenidən necə hazırlayırıq. Bayaq qeyd olunan məsələlər Bəxtiyar müəllim qeyd elədi. Bəli, bizim ali təhsil bitirmiş, mənim neçə sizin də var, tanışlarımız var ki, Texnik Universiteti bitiribdir, AZİ dediyimiz universiteti bitiribdir, müxtəlif texnik universitetləri bitiriblər, gedib bəli, Almaniyada, başqa ölkələrdə təzədən peşə öyrənib fəhlə kimi çalışacaqlar. Çünki ölkə onlara dəyər verir. Amma bizim ölkəmizdə bu insanlara iş tapmaq çətindir, iş tapa bilmirlər. Belə məsələlər var ki, biz kadr hazırlığı məsələlərinə ehtiyac və tələbat və ali məktəblərdə bu kadrların ümumi hazırlığının statistikası. Bu məsələlərə çox diqqətlə yanaşırıq. Burada milyonlarla manat dövlət pulu xərclənir. Amma biz hansısa bir tanışlıq, inciyər, bu məsələləri artıq aradan qaldırmaq lazımdır. Hər bir insanın özündə bir məsuliyyət, hər bir müəllim özündə məsuliyyət hiss eləməlidir ki, kadr hazırlığında yüksək nailiyyətlər əldə eləyər. Burada o dediyiniz rəqəmlər ki var, dünya universitetləri siyahlarına salındı. Bunlar simvolik məsələlərdir. Bunlar simvolik. Bizim heç bir universitetimiz, məsələn, Amerikanın kollecləri ilə bizim səviyyədə kolleclərimizlə gedib müqayisə oluna bilməzlər. Mümkün deyil. Çünki biz çox geri qalmışıq. Biz hardasa 100 il geri qalmışıq. İnsan gedirsən, baxırsan, öyrənirsən, gəlirsən və düşünürsən, mənim ölkəm axı dünyaya mədəniyyət ənənələri, təhsil ənənələri gətirilən 15-ci əsrdə Təbrizdə universitet olubdu. Dini yönümlü olsa da universitet olubdu. O dövrdə axı bunu inkişaf elətdirmək mümkün idi. İndi yəni Türkiyədə çox böyük işlər görülür, eləyir, amma Azərbaycanda nəsə hələlik biz bu məsələlərə yenə də hansısa bir şəxsi maraqlardan yanaşırıq, hansısa bir incə məsələlərdən yanaşmırıq. Yəni bu Azərbaycan üçün lazımdır və bunu etməliyik deyə deyil. Yəni mən belə istəyirəm, mövqeyinə yanaşmaq cəmiyyəti geri salır. Mən əslində çox böyük həqiqəti dediniz və olduğu kimi dediniz. Buna görə mən sizə təşəkkür edirəm Lüminət xanım. Məsələyə bu cür yanaşmaq lazımdır. Günər xanım, burada bir məsələyə toxundu Lüminət xanım. Orta məktəblərdə texniki təchizat məsələsində çox böyük suallar var. Siz olursunuz orta məktəblərdə, çox güman ki, iş prosesində və yaxud da sizin əməkdaşlar, yəqin ki, bununla bağlı müəyyən məlumatlar. Doğrudanmı vəziyyət elədir, yoxsa bizdə köhnə məlumatlardır? Yox.
Biz dana bilmərik Lüminət xanım dediklərini. Məktəblərimizdə maddi-texniki baza bir çox məktəbdə zəifdir. Məsələn, internet məsələsi, kompüter məsələsi, bunlar problemdir çox məktəbdə. Ya şagird sayına uyğun deyil, kompüterlərin sayı, yaxud da ki, şəbəkə yoxdur, məktəbin bir hissəsində var, bir hissəsində yoxdur. Məsələn, bizim mərkəzlər məktəblərin tərkibində yerləşir. Yəni, məktəbin əslində o bir parçasıdır. Amma bəzi məktəblər onu öz hissəsi kimi görmür. Bəzən olur ki, mərkəzin özündə internet yoxdur, amma məktəbdə var. O problem çox böyük bir problem olur. Onun həlli. Amma oradan gəlmir məktəb direktorunun cibinə. O bilsə ki, oradan siz məsələn üçün deyək də, nə qədərsə pul ödəyirsiniz, o sizə internet də verər, o sizə yeməkxana da açar, o sizə nəqliyyatla da, hətta istəsəz bir əyləncəli nömrələr də hazırlayarlar. Mən yanaşma çünki məktəb direktorlarının məktəbə yanaşması bir çox hallarda təsərrüfat kimi baxırlar ki, bu mənə pul gətirməlidir. Amma biz şərait yoxdur deyib dayansıq inkişaf eləyə bilmərik. Ona görə çalışırıq ki, harda nə eləyə biliriksə, biz əlimizdən gələni eləyək, dəstək göstərək. Kompüterlərlə bağlı da həmişə çalışırıq ki, dəstək göstərək məktəblərdə. Ümumiyyətlə, məktəblərin çalışırıq ki, servis xidməti yoxdur əslində. Biz amma qaynar xəttimiz vasitəsilə özümüz, yəni öz hesabımızdan gedirik məktəblərdə, avadanlıqların təmiridir, müəllimlərə dəstəkdir, əlavə təlimlərin keçirilməsidir, bunları həyata keçiririk. Yadıma təxminən indi oxuduğumuz və yaxud da filmlərdən gördüyümüz 19-cu əsrin sonu, ən çox da 20-ci əsrin lap əvvəllərində Azərbaycan maarifçilərinin kənd-bəkənd düşüb uşaqlara dərs öyrətmək, bir müəllim bir neçə fənn üzrə dərslik yazmasına oxşadı. Halbuki belə olmamalıdır. Çində artıq dərslik və dərs vəsaitləri ləğv olunub, hamısı keçib ağıllı parta sisteminə. Yəni, bütün məlumatlar partadadır, uşaq partasını açanda monitor açılır, dərsi orada, tapşırığı orada və s. Və o telefonu ilə sinxronlaşdırılır. Biz hələ interneti yarıb ödürük. Bu sənin zonanda burada olmasın, ən çox olsun direktorun zonasında. Yəqin ki, o da süni intellektə birləşir və mən bilirəm orada süni intellektə hansı sualları verir. Misal üçün, bugün gəlib işə, o məktəb direktoru mütləq belə bir sual verəcək. Əziz süni intellekt, ChatGPT, mən bugün hansı yollarla rüşvət ala bilərəm? Və süni intellekt ona variantlar təqdim edəcək. Təxminən bu təfəkkürdədirlər. Çox təəssüf. Mən, indi siz bayaq dediniz, Lüminət xanım, bizim gənclər iş tapa bilmir. İş tapa bilməməsinin ondan səbəbi, əsas səbəbi odur ki, əmək bazarına bəli, uyğun deyirlər. O uşaqların amma günahı yoxdur bunda. Bəli, iş var. Məncə Azərbaycanda kifayət qədər iş var, amma işləyəcək mütəxəssis yoxdur. Bu da uşağın günahı deyil, doğru mu? Uşağın günahı deyil, o uşağı hazırlayan universitetlərin günahıdır. Bir başqa məsələ də var da, bizdə cəmiyyətdə də hər kəs istəyir ki, övladı universitet oxusun. Məsələn, bu da ciddi problemdir. Məsələn, peşə məktəbinə yönləndirmirlər. Hər kəs istəyir uşağı universitet oxusun. İndi artıq yönləndirirlər, subbakalavra görə. Bəli, amma üzr istəyirəm, Elçin müəllim. Bax, görürsünüz reallıqları, Elçin müəllim. Deməli, universitetlər var, illik ödənişi 1500 manatdır. Peşə məktəbi var, illik ödənişi 2500 manatdır. Bu, yəni, heç bir ölçüyə, heç bir dəyərləndirməyə sığışan bir məsələ deyil. Niyə gedib universitet oxumasın ki, 200 balla, 180 balla gedir, hansı bir universitetdə qəbul olunur. Və əvəzində deyir ki, mənim övladım ali məktəb bitiribdir. Yəni, cəmiyyətdə, təbliğatda bu dəyərlər dəyişilməlidir. Təbliğatımız elə getməlidir ki... Lüminət xanım, siz belə dediniz, universitetlərin qiymətini 2 dəfə qaldıracaqlar. Necə? Siz belə dediniz, onu eşidib universitetlərin qiymətini qaldıracaqlar ki, düz deyil. Əlbəttə, universitetlər düşünəcək, niyə peşə məktəbi 2500 manat eləyir, mən niyə artıq 4000 manat eləməyim? Baxın, Elm və Təhsil Nazirimiz Emin Əmrullayev mənim gözəl bir söz var. Bəzi şeylər yığışdırmaq üçün ictimaiyyətin özü etik kurallara uymalıdır. Məsəl üçün, nə qədər rüşvət alan direktor gördük və bunlar işdən çıxarıldı, cəza tətbiq. Nə olsun, düzəldi mi? Yerinə mini çıxdı. Bəli, daha betəri gəldi. Yəni, betərin betəri var. Yəni, bunu cəmiyyət olaraq biz rüşvət verməkdən, o direktora pay verməkdən, hədiyyə verməkdən əl çəkməsək, biz sinifdə... Siz rüşvət vermirsiniz? Vermirəm mən. Qətiyyən vermirəm və buna da qarşıyam, heç nəyə vermirəm. Siz necə Günel xanım? Əlbəttə ki, xeyr. Bəlkə sizdən heç istəməyiblər hələ. Gəncsiz, hələ o yollara gəlib rastlaşmamışsınız. Biz təlimlər həyata keçiririk. Nə ilə bağlı?
məktəblərdə fənni tədris edən müəllimlər üçün əvvəlcə təlimlər keçirilir, imtahanlar olur. İxtisas, yəni nədən dərs deyəcəksiniz sizdə? O Bizdə sistemdir. Müxtəlif fənlərdən məktəbdə dərs deyən İKT bacarıqları yüksək olan fənn müəllimləri sistem təlimlərində iştirak edə bilərlər. var İKT bacarığı yüksək olan müəllimlər. Əlbəttə ki, Neçə bizim- faizdir təxminən? Yəni bizə bilirsiniz, o məktəbin bizə göndərdiyi müəllimdən asılıdır. Bizə Yəni siz seçim İKT eləmirsiniz. bacarıqları aşağı olan müəllimlər göndərəndə bizim təlimlərin nəticələri də aşağı olur. Onlar onsuz da imtahandan keçə bilmirlər. Biz sonda imtahan edirik. Bəs nə qədər adam gəlir və nə qədər adam keçə bilir? Belə bir rəqəm yoxdur əlinizdə? Əslində bizim layihənin ilk ildən başladığı vaxtdan indiyə müqayisə eləsək, indi vəziyyət daha yaxşıdır. Çünki məktəblər də bilirlər ki, göndərdikləri əgər İKT bacarığı aşağı olan müəllim göndərsə, onsuz da keçə bilmirlər. Və vəziyyət yaxşı, təxminən neçə faiz qəbul olunur? Yəni keçir. 70-80% müəllimlər keçir, Yaxşı. bəli. Çünki Neçə müəllim daha olur cavan, orada? daha texniki fənn müəllimlərini göndərirlər. O müəllimlər daha yaxşı mənimsəyirlər. Təlimlərdən sonra müəllimlər öz üzərində işləməlidirlər. Elə bir sahədir ki, yəni onlara verdiyimiz təlimlə gedib bütün məktəbdə bütün fənləri tədris edə bilmirlər də. Onlar daha doğrusu sistem fənninin ətraflı. Onlar mütləq sistem müəllimi araşdırmacı olmalıdır, tədqiqatçı olmalıdır, daim yeni şeyləri öyrənməlidir. Yəni müəllimlərdən bunu istəyirik ki, daha həvəsli. İçlərində Edirlərmi? Bəli, elə müəllimlərimiz çoxdur, bəli. Çox, yenə yaxşıdır, şükür. Mən bir sual verim, Bəxtiyar müəllim. Azərbaycandan biz bayaqdan deyirik, xaricə gedib oxuyurlar o dediyin. Ümumiyyətlə, seçim onunla bir, mən istəyərdim təsnifatını aparaq. Əsas hansı ixtisaslar üzrə xaricə gedirlər təhsil almağa? Son illərdə əsasən tibb ixtisası üzrə gedirlər. Mühəndislik, bizim proqramlaşdırma dediyimiz bilgisayar mühəndisliyi, kompüter mühəndisliyi, IT dediyimiz proqramlaşdırma üzrə daha çox gedirlər. Təbii digər ixtisaslar da var, idarə etmə, iqtisadiyyat bu yönündə gedirlər, amma əsasən mühəndislik. Ən az bəs hansı ixtisas üzrə gedirlər? Ən az hansı bədən tərbiyəsi. Onun üçün də xaricə gedirlər. Bəli, gedirlər. Bəs bizdə axı idman akademiyası var. Attestatdan gedənlər də onlar belə deyir. Attestatla, yəni bizim bədən tərbiyəsinə də qəbul olanların attestatla gedənlər arasında heç fərq yoxdur. 150 bal ən az lazım. Burada onu yığanmayan, 50 bal yığanmayan məsələsini xarici üstü. Tamam, önəmli olan qəbul olması deyil də, o gedib əgər oradan məzun olub gəlirsə, keyfiyyətli təhsillə məzun olub gəlir. Amma burada 150 bal girən heç bir təhsil almayıb məzun olursa, nəticəsi göz qabağında olur. Doğrudan mı ola bilmirlər? Yox, burada qabiliyyət imtahanları keçirilir. Yəni ən azından məsəl üçün deyirəm, tutaq ki, O bütün dünyada var da, yox, ən azından yəni, idmandan anlayışı var bu şəxsin. Yəni həm bal yığır, mən demirəm 150 bal yüksək baldır, amma 150 bal 300 baldan 150 bal yığır, qabiliyyət imtahanı verir. Yəni burada kifayət qədər qabiliyyət imtahanından uğur nəticə göstərib qəbul olur. Yox, bir şey demirəm. Deyəcəksiniz əlbəttə, amma sadəcə olaraq doğrudan belə bir mənzərə yarandı ki, Azərbaycandan xaricə gedib oxuyan uşaqlar bizim testdən keçə bilməyənlərdir. Əksəriyyəti bəli. Belədirmi? Çünki çox dövlət proqramına gedənlər olur, demirəm yüksək beynəlxalq sertifikatlar alanlar, imtahanlar verib gedənlər O da var, amma 1% olsun gedənlər. bəli, çox gedən hissəsi burada belə deyək də açıq. Burada Hərbi uğursuzluq xidmətdən qazananlar olanlar da hərbi gedirlər xidmətdən xaricə təbii çox möhlət maraqlı almağa faktdır. Mən görə, yəni mütləq bu söz verəcəm, faktın Nümunət şey. xanıma söz vermişəm. Buyurun. Elə bu məsələ ilə bağlı mən bir əlavə eləmək istəyirəm. İdman deyəndə yalnız bir idman düşünməməliyik. Bu dəqiqə dünyada bilirsiniz ki, yetərincə əmək qabiliyyəti itirmiş, travmalar almış, qəzalara uğramış, anadan əlil doğulmuş və sonradan əlillik qazanan insanlar var. Eyni zamanda mən ürək ağrısı ilə qeyd edirəm ki, artıq yəni Azərbaycanda da dünyada olduğu kimi yetərincə autizmli, neyroinkişaf pozuntuları olan, müxtəlif sensor inteqrasiya pozuntuları olan uşaqlarımız doğulur. Artıq statistika bu il 31 nəfərdən birinə təsadüf eləyir. Və bu uşaqlarla, bu insanlarla işləmək üçün Azərbaycanda mən keçən il yox, əvvəlki il birbaşa sosial şəbəkədən Tibb Universitetinə və İdman Akademiyasının rəhbərliyinə müraciət eləmişdim ki, Azərbaycanda əmək terapevtləri, eqroterapevtlər hazırlanmalıdır. Bu insanlar tibbi idman... Nə dedilər sizə? Yox, mən sosial şəbəkədə müraciət eləmişdim ki, o bu aydın, ixtisaslar onu heç cavab da salınmalıdır. verməyəcək. İndi bildiyim qədər Tibb Universitetində müəyyən hazırlıqlar gedir buna, yəni ixtisas salınsın. O mənada, bax bu insanlar, mən bir neçəsini tanıyıram, Nümunət xanım, Türkiyədə üzr də, istəyirəm, bizim İranda bir da fasiləmiz hətta var. olacaq. Fasilədən sonra sizlə davam elətdirək. Qarabağa qayıdış yalnız yurdumuza deyil, özümüzə, işıqlı gələcəyimizə qayıdışdır.
Bu qayıdışın ən mühüm hədəfi ailələrimizin bu torpaqlarda xoşbəxt və firavan yaşamasıdır. Fəal, güclü və cəmiyyətdə öz sözünü deməyi bacaran ailələrin formalaşdırılması dövlətin sosial siyasətinin strateji xəttini təşkil edir. Dövlətimiz Qarabağa qayıdan hər bir ailənin, onun hər bir üzvünün yanındadır. Bu dəstək bizim üçün əvəz olunmazdır. Çünki güclü ailələr güclü dövlətin təməlidir. Ailənin dayağı olan qadınlarımız cəmiyyətin aparıcı qüvvəsi kimi böyük qayıdışa öz töhfəsini verir. Təhsil qızların öz potensialını reallaşdırmasına, şəxsi və sosial həyatda müstəqil olmalarına imkan yaradır. Qızlarımızın təhsil və inkişafı onların ən təbii haqqıdır. Tarixi köklərimizə söykənərək dəyərlərimizi qoruyub saxlamaq vətəndaşlarımızın rifahı və inkişafında mühüm rol oynayır. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası ilə 30 illik həsrətdən sonra doğma torpaqlara qayıdan insanlarımızın üzündəki təbəssüm bizim üçün ən böyük mükafatdır. Biz birlikdə daha güclüyük. Bərabər və güclü gələcəyə doğru. Müzakirəmizi davam etdirək. Limonət xanım, buyurun, davam etdirin. Bəxtiyar müəllim də qeyd elədi, xaricə gedənlərdə tibb təhsili ilə bağlı. Bax, o insanlar arasında məhz yaşlı insanlara, travma almış insanlara, ev şəraitində qulluqla bağlı tibbi təhsil verən ixtisaslar var. Dövlət özü bu insanları hazırlayır və onlar ailələrdə eyni zamanda xüsusi... Sosial işçi dediyimiz anlayışda, hə? Sosial işçi, amma onlar xüsusi təhsil alırlar. Həm tibbi ixtisaslar üzrə, həm də fiziologiya üzrə. Azərbaycanda bugün bu ixtisasa çox böyük ehtiyac var. Çox təəssüf ki, biz bu məsələdə də ləngiyirik. Bunu qeyd etmək istəyirdim. Çox sağ olun Limonət xanım. Mən sizə təşəkkür edirəm. Çox fərqli və maraqlı fikirlərinizlə həmişə seçilmişsiniz, elə sosial mediada da. Mən vaxtaşırı izləyirəm, sizin həm təklifləriniz olur. Amma təəssüflər ki, heç kim qulaq asmır təkliflərinizə və yaxud da oxumurlar və yaxud da oxuyurlar, amma hərfləri başa düşürlər, sözün məzmununu başa düşmürlər, ya da ayrı-ayrı epizodları başa düşürlər, tam mətni başa düşmürlər, yəni tam mənzərə yaranmır, nə reaksiya verirlər, nə də bu istiqamətdə düşünürlər. Arzulayaq ki, səsiniz eşidilsin, yazdıqlarınız oxunsun, oxuduqlarını da anlaya bilsinlər. Çox sağ olun, minnətdaram sizə. Və burada belə bir məsələ çıxdı, mən buna mütləq aydınlıq gətirməliyəm. Bəxtiyar müəllim dedi ki, Azərbaycandan ən çox xarici təhsilə gedirlər tibb və mühəndislik. Siz isə söylədiniz ki, bunu gedənlərin əksəriyyəti, çox böyük əksəriyyəti, yəni burada qəbul oluna bilməyənlər. Bax, bu qədər istidadsız insan orada tibbi və mühəndisliyi necə oxuyur? Təbii ki, burada çox doğru diyorsunuz. Bizim tibb universitetinə, yəni tibb ixtisaslarına daha doğrusu, yəni bu il artıq Qarabağda tibb ixtisası açıb, Qarabağ, Naxçıvan və tibb universitetini nəzərə alsaq, təbii ki, indi Sesiyonov universiteti indi bizim universitet deyil, amma burada fəaliyyət göstərir. Bu üç özəl dövlət universitetlərini biz nəzərə salsaq görək ki, burada kifayət qədər, yəni 600 plus bal toplayan abituriyentlər qəbul olur. Təbii ki, burada tibb ixtisası, elə bir ixtisas ki, burada savadlı kadr olmalıdır. Amma bəzən xaricdə də attestatla gedənlər olur. Düzdür, reytingli universitetlər əlavə imtahanlar tələb edirlər, beynəlxalq imtahanlar, məsələn, IELTS-dir, TOEFL-dur, SAT-dir, YÖS, yəni bu imtahanlar tələb edirlər. Amma attestatla gedirlər, məsəl üçün, idarəetmə üzrə oxuyurlar. Amma yenə də, məsəl üçün, mühəndislik ixtisası olsun, tibb ixtisası olsun, hüquqşünaslıq, pedaqoji ixtisaslar, onlar xaricdə təhsil alıb, Azərbaycanda gəlib əmək fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə, təhsilə keyfiyyət təminat agentliyi var, onları təbii ki, imtahan edir, dövlət imtahan mərkəzində. Mən bir şey demirəm, mən bir şey Amma yəni gedənlərin çoxusu, əksəriyyəti, yəni daha çox oğlanlar gedir, o da ki, hərbi xidmətdən belə deyək, 4 il möhlət almağa görə gedirlər. Yəni burada tibbə və mühəndisliyə gedənlər olur, təbii ki, onlar qaydanda neçə faizi qayıdır? Belə heç biri qayıtmır. Yox, qaydanlar olur ki, burada işləyirlər və həkim işləyirlər. Yox, həkim yox. Yəni burada digər ixtisaslar üzrə məsələn maliyyəni qutarıb gəlib burada işləyə bilir. Maliyyə ilə işim yoxdur. Mən tibblə mühəndislik. Burada gəlib mütləq işləməyə görə Elm və Təhsil Nazirliyində imtahan verməlidir. Mən bir şey demirəm. Mən başqa mənzərəni bilmək istəyirəm. Yəni burada 600 bal məsələni heç yığa bilməyən adam gedir xaricdə oxuyur, gəlir həkim diplomu da tanınırsa həkim işləyə bilər də. Çox vaxt açığı oxuya bilmirlər orada tibb ixtisası üzrə. Deməli biz birbirimizi alladırıq burada. Təbii ki, burada siz bu elə bir dövrdə yaşayır ki, kiməsə məhdudiyyət qoya bilməriksən gedib xaricdə oxumağa. Mən demirəm məhdudiyyət qoyun, biz mənzərəni öyrənmək istəyirik. Burada vəziyyət tamamilə fərqlidir. Birincisi, gəlin belə baxaq, Azərbaycanda tibb universitetinə hər il nə qədər şagird, abituriyent daxil olur və nə qədər məzun olur. Azərbaycandan Türkiyədə tibb təhsili almağa gedən tələbə nə qədər daxil olur, nə qədər məzun olur.
və hal-hazırda Türkiyədən məzun olan tələbənin keyfiyyəti ilə Azərbaycanda 600 bal üstü dediyimiz tələbələrin keyfiyyəti arasında nə qədər fərq olur. Bu gün Azərbaycanda tibb universitetinə hazırlaşmaq kifayət qədər çətin məsələdir, amma dünyada tibb universitetinə hazırlaşmaq o qədər çətin məsələ deyil. YÖS dediyimiz imtahan bəsit 9-cu sinifə qədər olan riyaziyyat və məntiq, geometri, həndəsənin olduğu bir imtahandır. SAT dediyimiz imtahanda bəsit riyaziyyat və ingilis dilindən ibarət olan imtahandır. Bu günlərim o imtahanlara hazırlaşmaq daha asandır, nəinki Azərbaycan Tibb Universitetinin imtahanlarına hazırlaşmaq. İkinci bir məsələ var. Bu bir həqiqətdir. Azərbaycandan xaricə gedən tələbələrin bir neçə növü var. Yəni bunların bəziləri bilərək, istəyərək, əvvəlcədən hədəfləyib və buna uyğun hazırlıq edirlər. Təbii ki, burada Türkiyə bursları da var. Azərbaycan dövlətinin Elm və Təhsil Nazirliyinin özünün dövlət proqramı da var. Xaricdə təhsil üzrə dövlət proqramı da var və öz hesabına getmək istəyən tələbələr də var. Və bunlardan əlavə bir də Azərbaycanda imtahan vermiş və imtahandan uğursuz olan tələbələrin getdiyi bir kütlə də var. Bu danılmazdır. Amma bu gedən kütlənin məzun olan tələbə sayısı kifayət qədər azdır. Bir neçə veriliş bundan əvvəl mən bunu vurğulamışdım və Türkiyədə ciddi bir gündəm olmuşdu bu mövzu. Türkiyəyə gedib maksimum 4 ildə məzun olan %10-un üzərində keçmir bu. Yəni getmək önəmli deyil, məzun olub gəlmək önəmlidir. Yəni bu gün amma Azərbaycanda universitetə daxil olan hər bir tələbə demək olar %90 məzun olur. Bəli. Və ona görə də işsiz qalır. Keyfiyyətsiz təhsil alır, keyfiyyətsiz təhsil aldığı üçün də yəni işsiz qalır. Yəni fərqi yoxdur necə girir. Fərqi odur ki, burada onu necə tutarır. Bəli, yəni burada 600 bal üzəri yığan tələbə Azərbaycan Tibb Universitetinə daxil oldusa və o mütləq yaxşı həkim olacaq deyə bir fikir yaradılır. Elə bir şey yoxdur. Yəni önəmli olan universitetə necə daxil olmaq deyil. Önəmli olan universitetə necə məzun olacaq. Yəni daxil olana qədər ki, proses çox da önəm daşımır. Birincisi orta məktəb. Sualı belə qoyum onda. Baxın, bizim Vüsət müəllim dedi ki, Azərbaycandan xaricə gedib oxumaq istəyənlərin təxminən böyük əksəriyyəti, yəni 90% deyək də. İndi tam rəqəm deməm, amma böyük əksəriyyət desək daha yaxşı. Ümumiyyətlə boş vaxt öldürürlər də. Yəni nə mütəxəssis olurlar, nə oxuya bilirlər, nə də heç nə. Biz onu itirdik. İndi sual başqa cür qoyum. Azərbaycanda ali məktəbə daxil olub yüksək balla hətta neçə faizi mütəxəssis ola bilir? Mən deyərdim ki, bəzi universitetlərin, bəzi ixtisasların çıxmaq şərti ilə 65%, 70% mütəxəssis olmur. Yəni belə deyək, o ixtisasların da əhəmiyyəti var. Məsəl üçün nəzərə alsaq ki, bir 60 min bizdə abituriyent belə də, yəni daxil olur. 65 min bu il qəbul olur. 65 min. Onun 70%-i heç nəyə, yəni belə deyək, 40 mini artıq belə diplomunu. Bəzi prestij ixtisaslar var ki, orada bal çox yüksəkdir və ora qəbul olunan tələbələr də yəni magistrdə oxuyurlar və ya da magistr xaricdə oxuyurlar. Yəni əksəriyyəti demək olar öz təhsillərini yəni tam belə peşəkar mütəxəssis olmasa belə ən azından yəni bir ixtisaslı kadr olur. Təbii ki, peşəkar kadr deyəndə ən azı bu oxuduğu müddətdə gərək bir beynəlxalq təcrübəsi olsun. Amma kifayət qədər yüksək bal toplayanlar var ki, artıq belə deyim, həm ölkədə fəaliyyət göstərirlər, həm də ki, belə deyək, xaricdə magistr və digər doktorantı təhsil alıb ölkəyə qayıdıb mütəxəssis kimi işləyə bilir artıq. Peşəkar mütəxəssis belə deyək. O da 30%-də. Təbii ki, indi o hər bir şəxs də məsələn qəbul olanda onu fikirləşmir ki, məsəl üçün mən yüksək kadr olum. O fikirləşməməlidir. Bu təhsilin bir planlanması olmalıdır. Təbii ki, olur. Bununla bağlı işlər görülür yenə də. Bu təhsilin bir tənzimlənməsi olmalıdır. Bu axı belə sahə deyil, o fikirləşdi, bu fikirləşdi. Bu biraz bir strategiya olmalıdır. Təhsil problemləri institutu var. Biz bugün dəvət eləmişdik oradan yeri gəlmişkən təhsil institutuna nümayəndə istəyirdim olsun. Niyəsə onu Təhsil Nazirliyi məqsədə müvafiq hesab eləmədi buradakı iştirakını. Çünki bu suallar ona idi. Təhsilin problemlərini bilir. Yəni onlar problemlə məşğul deyirlər. Ya da təhsillə məşğul deyirlər. Əslində bu problemi bilirlər. Yəni Təhsil Nazirliyi də bilir. Amma bu problemlər elə problemlərdir ki, bunları həll eləmək qısa müddətdə onsuz da mümkün deyil. Yəni düşün, Azərbaycanın müstəqillik tarixindən bəri dövlət universitetlərində oturmuş bir sistem var. Hətta elə bir sistem var ki, bəzi rektor kafedra müdirindən söz keçirə bilmir. Onu birdən xəbər dedilər ki, bir rektorun 84, onun prorektorunda 86 yaşı var. Mən yaşın əleyhinə deyiləm, amma heç olmasa biri bir qədər birindən
yəni daha çeviklik baxımından deyirəm. Biz yaşın əleyhinə deyilik, qocaman professorların da əleyhinə deyilik. Amma bu axı işləmək məsələsi var da, fiziki imkanlar. Bilmirəm, bəlkə də onların fiziki imkanı bizdən yaxşıdır. Mən deyə bilmərəm. Bunu yaşa görə görmədiyimiz halda hökm verə bilmərik. Amma sosial mediada bir video yayılmışdı da, bir rektoru maşına necə aparırdılar. Ümumiyyətlə gənc kadr yoxdur, gənc alimlər yoxdur. Niyə yoxdur? Və bu get-gedə azalır. Niyə? Və kifayət qədər bunun səbəbləri var. Birincisi, gəlin bu səbəbləri də aydınlaşdıraq bir yerdə. Ramiz Alıquliyev, bizim hörmətli alimimiz, dünya şöhrətli alimimiz, hazırda Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, eyni zamanda Milli Elmlər Akademiyasının müxbir üzvü. Xoş gördük Ramiz müəllim. Ramiz müəllimin səsi gəlmir studiyaya. Bizi eşidirsiniz siz Ramiz müəllim? Eşidirəm. İndi biz də sizi eşitdik. Hamınızı salamlayıram. Çox sağ olun. Mən istəyirəm bu məqamdan... Aktual mövzudur. Çox sağ olun. Bu məqamdan başlayaq. Bəxtiyar müəllim söylədi ki, Azərbaycanda gənc alimlər demək olar ki, yox səviyyəsindədir, elmə maraq yoxdur. Yaşlı, qocaman alimlər də elmin yeniliklərindən çox xəbərsizdir. Belədirmi vəziyyət? Əslində, tək bu tendensiya tək bizdə deyil. Bütün dünyada tendensiya belədir. Səbəb də budur. Əsas səbəblərdən biri də budur ki, hal-hazırda artıq texnologiyalarla bilib pul qazanmaq imkanları daha genişdir. Pul qazanmaq daha asan olduğu, əgər SSR-in dövrünə qayıtsaq, elmlə kimlər məşğuldur? Elmə əl çatanda pul qazanmaq imkanı artırdı. Daha özünü maddi cəhətdən təmin edə bilirdi. İndi pul qazanmaq suallar verirəm, öz övladlarıma da sual verirəm. Deyirəm, niyə mən 3 il, 5 il özümü ora həsrdim? İndi hal-hazırda işləyib qazanarım. Mənim övladlarım xaricdədir, rahatlıqla da nə qədər məcbur etdim, elmə gəlmədilər. Hətta xaricdə ola elmə gəlmədilər. O tək bizim Azərbaycanın problemi deyil, bu bütün dünyanın problemidir ki, pul qazanmaq yolları asanlaşır, rahatlaşır. Ona görə də heç kim özünə əziyyət vermək istəmir. Elm əziyyətli yoldur, uzun yoldur, məşəqqətli yoldur. Asan yol deyil elm. Elmə yalnız o adamlar gedir ki, ona qəlbən vurulur. Yəni, başqa peşəni təsəvvür edə bilmir ki, elmdən yaxşı peşə yoxdur. O adamlar gəlir. Yoxsa indiki dediyim kimi, indiki cavanlar daha, həm də ki, cavanlardan çox şey asılıdır. İndiki cavanlar özlərinin əziyyəti vermə fikirləri yox. Burası da var. Ramiz müəllim, haqlısınız dediyinizdə, bəli, elm biraz uzaq yoldur. Nəzərə alsaq ki, bu uzaq yolda Azərbaycan elmində, mən dəqiq elmlər haqqında deyə bilmərəm bu sözü, amma humanitar elmdə kifayət qədər şlagbaumlar mövcuddur. Soyadları şlagbaum deyil, fəaliyyətləri şlagbaumdur. Yəni, hətta bu gəlmək istəyənlərə qarşı çox böyük maneələr var. Bilmirəm, bunun da səbəbini bilmirəm. Bu özü də biraz problem yaradır. Yəni, gəncləri həvəsdən salan səbəblərdən biri də budur. Mən dəqiq elmlər haqqında bunu deyə bilmərəm təbii. Mən humanitardan danışıram. Çox ciddi problemlər var. Süründürməçiliklər, intriqalar. Çox təəssüf ki, Milli Elmlər Akademiyası bu məsələdə xüsusilə seçilir. Bu da bir problem yaradır. Ona görə, yoxsa məncə biraz olardı, bir müəyyən qədər heç olmasa gələrdi. Amma vəziyyətin doğrudan da gərgin olduğunu gördük. Bəs ali təhsil sisteminin, bax burada söylənildi, kafedraları, müəllimləri, dərslikləri çox köhnədir. Zamanla nəinki ayaqlaşmır, hətta çox-çox geri qalıb. Doğrudan mı belədir? Ramiz müəllim, səsiniz yenə gəlmədi. Klasik elmlər var ki, orada dəyişiklik etmək, o yəni ki, heç zərurət də yoxdur. Klasik riyaziyyat var, riyaziyyatın fundamenti var. Onun nəyini dəyişəcəksiniz? 17-ci, 18-ci əsrdə o bilinməlidir ki, öyrənməlidir ki, sonrakılar gəlsin. Problem IT üzrə olanlardadır problem. Hər gün dəyişir. Bu dəyişikliyə təhsil adekvat deyil. Çünki təhsil sistemi inertli sistemdir, ətalətli sistemdir. Orada birdən-birə dəyişiklik etmək qeyri-mümkün bir şeydir. O zaman tələb edir. Onun da yollarından biri elmlə təhsilin inteqrasiyasıdır. Elmdə elm daha qabaqçıldır. Texnologiyanı, elmi daha tez mənimsəyir və onun da yolu həmin o elmlə təhsilin inteqrasiyasıdır ki, elm təhsilə kömək etməlidir. Dərslik yazılmasında, kontentlərin seçilməsində və s. Yəni, burada təhsili günahlandırmaq ki, niyə bu qədər çevik deyil? Təhsil çox inert, bunu bilmək lazımdır, ətalətli bir sahədir. Orada
inqilabı dəyişik etmək qeyri-mümkün bir şeydir. Təkamüllə getməlidir. Hər hansı bir inqilabi dəyişiklik nəticəsi əvvəlcədən proqnozlaşdırılmayan səhvlərə gətirib çıxara bilir. Fəlakətə gətirib çıxara bilir. Bəs onda nə mane olur bizdə bax bu inteqrasiyaya, elmlə təhsilin? Hal-hazırda inteqrasiya gedir. Bildiyiniz kimi 2022-ci ildə akademiyanın 22 institutu, hardasa 24 institutu birləşdirildi Elm və Təhsil Nazirliyinə. Hal-hazırda öz institutunu görür. Bizim də məşğul işlədiyim institut, İnformasiya Texnologiya Institutundan Azərbaycan Texnik Universiteti memorandum imzalayıbdır. Və bir fərq görürsünüz də onda. Hansı sahələrdə biz onlarla əməkdaşlıq edirik? Magistratura hazırlığında təhsilin yüksək səviyyəsində olan hissələrində biz onlarla əməkdaşlıq edirik, inteqrasiya həyata keçiririk. Magistratura, fəlsəfə doktoru hazırlığı, bir də magistraturada dərslərin keçirilməsi, fakultetlərin seçilməsi. Bu dediyiniz yeniliklər ki var, hər an yenilənmə gelir də sizin elm sahəsində. Oradakı müəllimlər universitetlərdəki bu tələblərə cavab verirlərmi? Götürə bilirlərmi informasiyanı? Yaşdan asılıdır birinci. Yaş cavan müəllimlər daha çevikdir. Öyrənməyə daha çevikdir. Yaşlı insanlar biraz mühafizəkardır. Yeniliyi qəbul etmir. Onda inteqrasiya necə baş verəcək, Ramiz müəllim? Bizim sahədəki müəllimlərin əksəriyyəti cavandır. Bəli başdan deyim ki, bizdə yaşlı müəllimlər yoxdur. Elə bizdə yaşlı müəllimlər yoxdur. Biz rahatlıqla onların inteqrasiya edə bilirik. Birbirimizi də yaxşı anlayırıq. Və onların bizə başqa proqramlar nəzərdə tutulur ki, oradakı müəllimlərin burada bizim institutda hazırlıq, yəni ki, yeni sahələr üzədir. Çünki bildiyiniz kimi bizim sahədə hər il yeni sahə, yeni time dəyişməlidir. Bir ay məzuniyyətə çıxıb qaydırıb, hər dəfə yeni şeylərlə rastlaşırıq. Daim izlənməlisən, bu marafondur, bu da dayanmaq olmaz. Bu elm sahəsi marafondur, dayanmaq olmaz. Daim qaçmalısan. Və ona görə də bu əməkdaşlığımızın bir istiqaməti də bu nəzərdə tutulur ki, oradakı müəllimlərin bizim institutda hazırlanması. Nəticə var da, yəni əlinizdə artıq bir müəyyən nəticə var. Əlbəttə var. Bax, görürsünüz Bəxtiyar müəllim, siz də deyirsiniz ki, universitetlərimiz geri qalır. Artıq deyil 2022-ci ildən dəqiq təbiət elmləri və s. inteqrasiya olandan sonra düzəlib vəziyyət. İnşallah. Coğrafiyada da yəqin vəziyyət düzəlibdir. Siz magistraturanı bitirmişdiniz də, doğrudurmu? Bəli. Sonra niyə davam elətdirmədiniz? Bax, gəlin, biz bayaqdan söyləyirik, gənclər gəlmir elmə. Bizim içimizdə yenə təkrar eləm. Ən gənc xanım coğrafiyanın magistraturasını bitirib, niyə gəlmədiniz elmə? Düzü, mən elm magistr oxuyanda sistemlə tanış oldum. Elə təcrübə proqramına gedirdim, sonra da işləməyə başladım. Bu sahə mənim daha çox marağımı çəkdiyi üçün mən artıq sonra coğrafiyanın dalınca getmədim. Bəs onda magistraturanı niyə oxudunuz? Magistraturanı, yəni mən bakalavru bitirəndə, bəli, coğrafiyaya mən məktəb vaxtında marağım var idi. İstədim ki, bir sahəsi üzrə ixtisaslaşım. Amma sonra özümü o sahədə görmədim. Bildim. Amma ümumiyyətlə magistraturanı niyə oxudunuz? Bax, nə idi? Niyə oxuyasınız o 2 il? Elmi dərəcə almaq istədim. Yəni biliklərimi artırmaq üçün, elmi dərəcəmi artırmaq üçün. Artıra bildiniz orada biliklərinizi 2 il ərzində? Əslində pandemiya vaxtına düşdü mənim magistratura. Pis vaxtda düşüb. Bəli. Dərslərimiz yarı onlayn, yarı əyani keçdi. Bəxtiniz gətirmir. O 2 ili də bilmədiniz necə gəldi ki? Bəli, əslində elə oldu həqiqətən. Maraqlıdır. Mən bu sualı eynən Rüsət müəllimə vermək istəyirəm. Siz də magistr oxumusunuz. Bax, niyə oxudunuz magistri? Mən də elə əslində elmi dərəcə üzrə düşünürdüm, amma daha sonra əmək bazarına artıq atılanda gördüm ki, yəni indi Ramiz müəllim dediyi kimi, yəni əmək bazarında artıq maddi tərəfdən aylıq gəlir kifayət qədər məni qane etdiyinə görə elm sahəsinə yönəlməm. Təbii ki, bu bir faktdır. Yəni ona görə düşündüm ki, belə daha uğurlu olar. Və misal üçün gələcəyin bir riyaziyyat alimi və yaxud indi ola bilər orada ixtisasınızı dəyişəsiniz də, o da mümkündür. Biz beləcə itirdik. Amma ötən dəfə Ramiz müəllim bizim verilişdə çox mükəmməl bir söz dedi və inanırsınız ki, o verilişdən sonra yeri gəlmişkən Ramiz müəllim dünya şöhrətli alim sözünü elə belə demədim. Çünki yeganə Azərbaycan alimidir ki, həm beynəlxalq bu məqalələrinə görə, həm ümumiyyətlə apardığı araşdırmalara görə süni intellekt sahəsində o alimlərin 20-liyində adı gedir və
yəni əslində böyük bir ənənənin də davamçısıdır. Ümumiyyətlə bizdə informasiya texnologiyaları institutunda yaş bayaqdan deyir Ramiz müəllim, orada çalışan hətta yaşlı bizim alimlərimiz bizim hamımızdan müasirdir. Şəxsən mən öz adıma deyirəm. Ən çox da Rasim müəllim. Dünən Yosragin Rasim müəllim bir məqaləsini oxudum. Yəni kifayət qədər gənclərdən daha müasir və progressiv düşünür. Yəni ona görə bu yaş məsələsi də deyil, biraz da istək olmalı. Bir faktor deyim. Məsələn, bizim institutların içərisində orta yaş həddi deyilən bir göstərici var idi. Bəli. Orta yaş, işçilər orta yaşı. Bizim institut, bütün institutların içərisində ən cavan institutuydu, orta yaşa görə. O vaxtı. Bizdə vaxt var idi, orta yaş 30-32 yaş ətrafındaydı. 2000-ci illərdə o institut yarandı, bəli. O vaxtın bütün gəncləri. O həm də gənclərin bir manifesti idi bir universitet kimi. Manifesti idi, həm də bayaq dediyim kimi, pul qazanma imkanları çoxdur. Bazar onları gözləyir. Amma siz ötən verilişdə çox maraqlı bir fikir dediniz və mən bunu özüm üçün də bir şüara çevirdim. Mən düşünürəm bu fikri biz təbliğ eləməliyik. Ramiz müəllim müraciət elədi ki, əgər dedi, belə dedi təxminən, təhsil özü bir sərmayədir, gələcəyə sərmayə qoymaqdır. Siz uşağınızdan get sabah işdə pul qazan tələbini verməyin. Bir müddət onun xərclərini qarşılayın ki, o getsin elmin ardınca bu. Çünki gələcəkdə daha çox qazanacaq. O sizin xərclədiyinizi də ödəyəcək və artıqlamasını. Təxminən belə bir fikir söylədiniz. Tamamilə doğrudur. Təhsil elə bir sahədir ki, oraya investisiya qoyursunuz. O davamlı, dayanıqlı maddi təminatı təmin edir ömür axırına qədər. Az da olsa, çox da olsa, bir orta bir vəziyyət var ki, onu təmin edir. Ən az investisiya tələb edən sahədir təhsil. Elə böyük də sərmayə tələb etmir ki, çox qısa müddətdə övladınızı bütün o maddi vəziyyətini öz boynunuza götürün. Övlad müəyyən müddətdən sonra ondan qat-qat artanı qaytaracaqdır. Bu, öz təcrübədə göstərir bunu, dostlarının təcrübəsi də göstərir və bütün dünyada göstərir ki, bu belədir. Təhsilə qoyulan investisiya heç vaxt zərərli olmur. İndi qaldı uşaqların özünü inandırmaq buna ki, biz sizə sərmayə qoyuruq, oxuyun, alim olun, daha çox qazanacaqsınız. Bu psixoloji mərhələni keçmək qaldı. Reklam zamanıdır. Siz reklamlara baxanda Bəxtiyar müəllim bir məsələyə toxundu. Bəxtiyar müəllim, Ramiz müəllim söylədi ki, uşaqlar gediblər, hətta öz övladlarını misal çəkdi ki, xaricdə iş qruplar və yaxud da orada fəaliyyətlərini davam elətdirirlər, amma elmə gəlmək istəmirlər və s. Niyə? Bu Rasim müəllim uşaqlar Ramiz üçün, Ramiz müəllim üzr istəyirəm, uşaqlar üçün keçərlidir. Amma mən kifayət qədər Azərbaycanlı alim tanıyıram, gənc alim tanıyıram ki, bunlar xaricdə yaşayır və elmlə məşğul olur. Bəs burada niyə məşğul olmurlar? Burada məşğul olmur, çünki bura gəldiyində bir o dəyəri görmürlər, iki maddi olaraq o dəyəri görmürlər, üç yaşaya bilmirlər. Yəni maddi olaraq özünü keçindirəməyən bir adam niyə gəlib Azərbaycanda alim olsun ki? Yəni siz gələrsiniz. Bir dəqiqə, bir maddə. Dediniz ki, birinci dəyər görmürlər. Nə dəyəri? Yəni orada nə eləyirlər, burada eləmirlər alimə? Ramiz müəllimin dediyi kimi, bəzi yaşlı professorlar yeniliyi qəbul eləmir. Aha, və buraxmırlar onları önə. Buraxmırlar. Bir də bizdə çox təəssüf olsun ki, bəzi yaşlı professorlarımız həddindən artıq egosu var. Yəni gənc nəslin bilikli olmasını qəbul eləmir. Yəni onun yaşına görə onu belə deyim bir növ əzməyə çalışır. Amma o adamın aldığı təsir bizim təcrübəli professorumuzun hal-hazırdakı təsirindən daha üstündür. Çünki daha müasir təhsil yöntəmlərini alıb, daha müasir biliklərə sahibdir. Amma bunu qəbullanmaq bizim universitetlərdə çətin məsələdir.
Bir də özünə rəqib görür. Yəni deyir ki, bu adam gəldikdən sonra mənim kafedrama Xaricdə bu yoxdur. Xeyr, təbii ki, yoxdur. Bəs maddi baxımdan fərq nə qədərdir? Birincisi elm adamı, yəni nə qədər elmi dərəcəsi yüksəlirsə, o qədər sadə olmalıdır. Çünki bu təhsil insandır. İndi biz bilmirik də o professor olanların neçəsi öz gücünə professor olub, kimin qohumu olduğu üçün professor mu olub, yoxsa vaxtında fürsətdən istifadə edib professor olub. Bizim onlarla işimiz yoxdur. Söhbət əgər həqiqi alimdən gedirsə, mən elə Bakı Dövlətdə kifayət qədər riyaziyyat üzrə alim tanıyıram ki, öz tələbələrini yetişdirir, arxasında durur və fəxr də eləyir. Amma o süni yollarla alim olanlarsa, siz demişkən, böyük maneə olurlar. Mən belə təəssüratdayım. İndi gəldik maddi tərəfə. Yəni, orada nə qazanırsınız ki, burada onun heç... Bu günlərim 450 manat doktora tələbəsi alır. Tam iştat işləyə bilmir. Niyə? Dünyada belə bir qanun yoxdur ki, doktora tələbəsi işləyə bilməz. Yəni, bu Azərbaycanda çox təəssüf olsun ki, doktora tələbələrinin qarşılayır. Ona görə də kişilər, kişi müəllimlər, kişi alimlər sayı get-gedə azalır. Yəni, doktorantura pilləsi üçün özü də maddi imkan sağlamır. Yəni, 450 manat bu günlərim hansı alimin bir aylıq maaşın, bir aylıq xərclərini qarşılayır? Kimsə bunu deyə bilərmi? Və niyə yarım iştat icazə verirsiniz? Niyə tam iştat icazə vermişsiniz çalışmağa? Bu nə qanundur? Niyə çıxardılıb? Niyə var? Yəni, səbəb nədir? Kimə xidmət eləyir? Sadəcə əsaslandırırlar ki, elmi fəaliyyətlə məşğul olmaq. Xeyr, elmi fəaliyyətlə məşğul olması üçün ona təşviq vermək lazımdır. Daha da həvəsləndirmək lazımdır ki, insan elmi fəaliyyətlə məşğul olsun. Bəs yaxşı, bizim hörmətli təhsil naziri deyir ki, 5 il ərzində elmi məqaləsi çıxmayan alimi mən ciddi alim saymıram. Doğru söylür də. Yəni, razıyam o fikirlə. Niyə bu məsələ niyə gəlib? Artıq doktorantura pilləsini oxuyan, məsələn, bakalavr, magistratura pilləsini bitirən xanımlardır, evdar xanımlardır. Onlar 450 manat qane eləyir, gedir doktorantura pilləsində çalışır və yola verir. Yola verir və nəticə də budur. Emin müəllim haqlı olaraq deyir ki, yəni elmi məqaləsi yoxdursa, yəni ona doktoran qutarsa da alim demək ayıbdır. Orada çalışsa da. Çox təəssüf ki, bizim təhsilimiz bu vəziyyətdədir. Mən əslində Ramiz müəllimə verəcəyim bir sual da var və bu çox önəmli məsələdir. Biz bugün süni intellektdən danışırıq. Nə dərəcədə süni intellekt yeni peşələr gətirəcək, hansı peşələr gedəcək deyə hətta bu məsələlər də müzakirə olunur və doğrudan belə inqilabi çevriliş olacaq və biz buna hazırıqmı? Yəni məktəb səviyyəsində, orta məktəb, ali məktəb, peşə və ali məktəb səviyyəsində hazırıqmı? Hazırıq ya hazır deyil, bu reallıqdır. Hər bir texnologiya çıxanda müəyyən bir peşələr yoxa çıxır. Tarixən də baxsaq, belə qədimə də baxsaq belədir. Hər bir texnologiya müəyyən peşələri yoxa çıxardır və yeni peşələr yaradır. Yeni ixtisaslar yaradır. Elə götürək, laf qədimə götürək. Traktor meydana cəməməkdən və necə şumurdular sahələri? Nə qədər o peşə, yəni fiziki peşə çıxdı ortalıqda, belinə şumlamaq ki, sıradan çıxdı. Sonra nə gəldi? Traktor gəldi. O vaxt hansı peşə çıxdı? O fiziki işlə, iş tələb edən, güc tələb edən işlə hamı sıradan çıxdı. Sual yaranırdı ki, bu traktor bütün hamını işsiz qoyacaq. Nə olur? Həmin bir traktorun meydana gəlməyi bir böyük bir iş zənciri yarattı. Zavodlar traktor istehsal edir. Bu zavod istehsal edən bu traktor istehsal edən mühəndislər lazımdır, müxtəlif peşə sahibləri lazımdır. Bunun təmiri lazımdır. Bunların hamısı yeni mütəxəssislərdir. Və bu mütəxəssislər kim yaradır? Kim yetişdirir? Universitetlər yetişdirir. Universitetlər başladı inkişaf etməyə. Hər bir texnologiya, köhnə peşələr, müəyyən bir peşələr var ki, sıradan çıxarır, amma ondan qat-qat çox yeni peşələr yaradır. Süni intellektin meydana gəlməsinin yeni belə, köhnə bir belə deyək, az intellekt tələb edən, fiziki güc tələb edən, nə bilim, bu peşələr hamı sıradan çıxacaqdır. Hər bir 10 il geriyə qayıdın. Bütün məsələlərdə kasir var idi, yoxdur. Xoş, indi bir paştolyan deyəndə adama bir tərəf gəlir. Bəli.
bütün bu yani her biz yeni teknoloji özüyle yeni peşeler yaradır. Şöyle müəyyən peşeler sıradan çıxarır ve yeni peşeler yaradır. İndi o cümleden de süni intellektin yarattığı peşeleri var. Data analitikler var. Bu saatte hal-hazırda bazarın tələbatını ödeyə bilmir müasir təhsil sistemi. Onlara o kadar büyük tələbat var ki, çünkü bütün bu süni intellektin, rəqəmsallaşmanın kökünde datalar generasyon olur. Bu datalar tam neft kimi bir şeydir. Emal olundukça değərə minir. Bizdə isə o sahədə misal üçün nə qədər mütəxəssisə ehtiyac var sizcə? Və təkcə ali məktəb mi yetişdirməlidir, yoxsa texniki peşə də burada rol oynamalıdır? Burada yetişdirmənin, harada yetişdirmənin bir əhəmiyyəti yox. Baxır hansı səviyyədə yetişdirmə. Data analitikləri var ki, müəyyən bir dar bir ixtisas üzrə. Misal üçün də tibbi verilənlər üzrə data analitik. Bəli. Verilənlər üzrə data analitik. Yəni obyektdən asılı olaraq bu data analitiklərin təbiəti dəyişir. Və yaxud da o fermaların idarə olunmasında elə ixtisaslar var ki, onun texniki peşə təhsili məncə öhdəsindən gələr. Amma eləyirikmi? Tamamda doğrudur. İcra olunur. İkinci mümkün. Bircə dəqiqə Ramiz müəllim, bircə dəqiqə. Nə icra olunur məsələn? Yəni o düzdür, texnologiyanın, həmin texnologiyalar hamısı bizim kənd təsərrüfatında istifadə olunmasa da... O firmanı demədimi? Məsələn ki, bu şeylər yoxdur ki, valutalar. Onların ki, düzəldirlər, firma idarə olunması üçün, işləməsi üçün. Bəli? Blockchain. Bəli. Onların mühəndisliyi və s. Blockchain engineering, məsələn, müasir dövrün yeni ixtisaslarındandır. Bəli. O təkcə mühəndislik deyil, o texniki işlər də var da. Bu sahəcdə texniki peşə... mühəndisliyidir. Bəli, yetişdirilir mi? O kiber təhlükəsizliklə bağlı bəli ixtisaslar. O təhlükəsizlik deyil, o başqa şey. Ümumiyyətlə, yəni... O fərqli alandır. Bəli, Ramiz müəllim. Orada blockchain ilə bağlı çoxlu belə zəncirvari vəzifələr var. Bəli. O dataların generasiyası, dataların saxlanması, dataların içine emalı, dataların təhlükəsizliyi, dataların emalı, orada o kadar zəncir var. Texniki xidmət. Yəni bu... Xidmət, əlbəttə. Öz peşə təhsili tələb edir. Bir blockchainin yaratdığı iş zəncirinə baxın, peşə zəncirinə baxın. Və onların da hər birinin neçə ilə, eləsi var 2 ay hazırlamaq olar, eləsi var 2 il hazırlamaq olar. Yəni tələb olunan intellektdən asıldır. Hansı intellektual səviyyə tələb edir bu vəzifə? İndi hər bir adam gəlib müəllim işləyə bilməz ki. Biri laborant işləyir, biri nə bilim texnik işləyir. Həmin şeydir. Burada da həmin bu süni intellektin bir zəncirvarı çox böyük bir, onun belə deyək, süni intellektin yaratdığı elə böyük bir zəncir var ki, orada bütün belə deyək ki, o qədər müxtəlif növ peşələr var ki, onu universitetlər də hazırlaya bilər, xüsusi biznes sektorda hazırlaya bilər. Necə ki, Azərbaycanda bizim sahə üzrə çox rahatlıqla belə kadrlar hazırlayan yaxşı firmalarımız var, özəl şirkətlərimiz var. Və özellikle bu şirkətlər hazırladığı kadrlar belə də rəqabətdə davamlı kadrlar. Bizim təhsildə... Ramiz müəllim doğru deyir. Yəni, bütün yeni peşələr yarandıqca, yeni texnologiya inkişaf elədikcə, yeni peşələr də yaranacaq. Amma buradakı problem biz bu yeni peşələrə ixtisaslı kadr yetişdirə biləcək miyiz? Biz onun haqqında danışacaq. Yaxşı ixtisaslı danışanlar tapacaq. Vəssalam. Bu qədər də baxacaq, çox gözəldir və o haqda danışacaq təxminən. Mən icazə verirsə Günər xanıma bir sual verim. Əslində sizin də sahədə hər gün yenilənmə gedir. Müasir texnologiyalardan bizdə. Süni intellektlə bağlı nələrsə varmı? Uşaqların marağı nə dərəcədədir və ümumiyyətlə o kateqoriya varmı sizdə və kateqoriyaya nə qədər maraq var? Bəli, biz əvvəlki illərdə bizdə deməli hər il olub kinematografiya kateqoriyası. Bu il biz ora süni intellekt əlavə eləmişik. Orada necədir? Şagirdlər əsasən dizayn, incəsənətə marağı olan şagirdlər həmin kateqoriyada iştirak eləyir. Bu il isə onlar süni intellektdən istifadə eləyərək öz ideyalarını reallaşdırıblar. Müxtəlif proqramlardan istifadə ediblər. İndi biz başqa şirkətlərlə də əməkdaşlıq eləmişik və onlara seçim mərhələsindən keçən şagirdlərə təlimlər keçirilib və onların mentorlarına süni intellekt proqramları öyrədilib və bunun vasitəsilə onlar animasiyalar, qısa filmlər yaradıblar və festivalda da nümayiş etdirilib. Kateqoriyanın adı da biz VDX Powered by AI
olaraq dəyişdirmişik. Həmçinin bizdə Engineers of Future kateqoriyası var. Orada da süni intellektdən istifadə olunur. Orada WinSubot robotlarından istifadə olunur. Kodlaşdırılır. Şagirdlərə biz ilkin proqramlaşdırma bacarıqları öyrədirik. Blok proqramlaşdırılması. Orada robotların sensorlardan istifadə olunur. Necə kod yazılmalıdır ki, onların tapşırıqlar icra eləsin. Özünün xəritələri var həmin kitin və süni intellekt həmin robotun içindədir. Şagirdlər ondan necə istifadə etməyi öyrənirlər. Bəli, bizim 2 kateqoriyamızda bu il tətbiq eləmişik. Nəticə necə idi? Bax bu il əgər Çox yaxşı, əslində gözlədiyimizdən, bəli. Biz əslində müqayisə eləsək, 2021-ci ildə safda iştirak edən şagirdlə 2025-ci ildə, bəli, 2021-də iştirak edən şagirdimiz bizim indi kateqoriyalarımızda hakimdilər, jüridilər. 2021-ci ildə... Harada oxudular onlar bəs sonraki təhsillərini harada davam elətdirdilər? Məsələn, bir tələb şagirdimiz bitirdi, indi Amerikada robot texnika ixtisası üzrə oxuyur və orada özü laboratoriyada açıb. Bəli, Texnofestdə iştirak edir. Gələcəksiniz o bölgəyə? Bu barədə bilmirəm, düşünmürəm əslində. Amerikada laboratoriyada açan adam niyə gəlsin ki, sualı yaranır? O gəlsə, mən təəccüblənərəm, yəni niyə gəldi? Sonra Texnofestdə bizim keçən nəticələrimiz olub. İnsansız sualtı sistemlər kateqoriyasında birinci yerə layiq görüblər. Singapurda iştirak edib şagirdlərimiz. İndi harada təhsil alırlar onlar? Onlar qayda hələ ki bitirməyiblər. Bitirməyiblər. Mən bitirənlərdən soruşum bu 5 il ərzində. Azərbaycan universitetlərində də var, ADA-da, UNEC-də, daha doğrusu Mühəndislik Universitetində. Bizim özümüzün... Mühəndislik Universiteti hansında? Bakı Mühəndislik Universiteti. Orada nə oxuyurlar? Robot texnika, mühəndislik. Və necədir onun vəziyyəti? Orada yaxşıdır, yəni. Kifayət qədər həmin ümumiyyətlə Bakı Mühəndislik Universiteti son dövrlər demək olar ki, Çin universitetlərindən ciddi şəkildə əməkdaşlıq həyata keçirir və Pekin Texnologiya Universiteti ilə artıq 2+2 diplomları həyata keçirirlər. Yəni elədir bəxtiyar müəllim. Ya elə də onlar bir önəmli faktorlar deyil, yəni. Yəni ki, belə deyək, dövlət səviyyəsində, yəni bu prezidentimizin belə Çinə səfəri zamanı bu məsələlər müzakirə olunmuşdu və həmin müzakirə əsasında bir neçə ixtisaslarda, həmin ixtisasların biri də kompüter mühəndisliyidir ki, biz robot texnikasından danışırıq, texnologiyası. Ümumiyyətlə, o necə inkişaf edib bu universitetdə? Bizdə robot texnika gedir o, mexatronik və robot texnika gedir. Bəli. Yəni, əvvəlki dövrlərdə, belə deyək, bu ixtisas bizim ölkə üçün yeni sayılırdı, amma müasir dövrdə artıq, belə deyək, universitetlər öz bazasında bunun laboratoriyasını formalaşdırdılar və Bakı Mühəndislik Universiteti Texnoparkı var və Texnoparkda da kifayət qədər tələbələr burada öz işlərini nümayiş etdirirlər və Texnofestin qalibləri də olublar həmin tələbələr. Bəs bəxtiyar müəllim, siz niyə narazısınız? Deyirlər, yaxşı təhsil. Mən özüm də həmin Texnoparkda olmuşam, mən özüm də olmuşam orada, o Texnoparkda da olmuşam. Bizim oradan, yəni oradan bizim layihələrdə iştirak edib safda və bizim indi əməkdaşlarımız da var oradan. Hətta bir şey də vurğulayım, yəni Bakı Mühəndislik Universitetinin tələbələri Zəngəzur PUA-sı hazırlayıblar və belə deyək, kifayət qədər də... O keçən ilki məlumatdır. Bəli, bəli. Yəni, var artıq o tələbələr o işləri həyata keçirirlər. Mən bir şey deməyəm, mən bunu keçən il oxumuşduq. Baxın, buradakı məsələ nədir? Bakı Dövlət Universitetindən də mən tələbələr sayaram ki, orada işləyən laborantlar sayaram ki, dünya səviyyəli məqalələr yazırlar. Və həqiqətən də çox kifayət qədər təhsilli, müasir təhsil sisteminin cavabını qarşılayan insanlardır. Amma bu 5-10 nəfərin uğuru, qazandığı uğuru universitetə mail eləmək, universitetdə hər şey yaxşıdır, universitet müasir təhsil verir deyə ictimaiyyətə çatdırmaq yanlışdır. Bu, hər bir universitetdə bu cür tələbələr istər Bakı Dövlət... O fərqlər başqa. Bakı Dövlət Universitetində Texnofest qaliblər var. Amma təhsil orada o vəziyyətdə deyil, səviyyədə deyil. Təbii ki, o vəziyyətdə deyil. Və onda bu yanlış məlumat niyə çağırmışsınız? Azərbaycan standartları üçün... Mənim dediyi yanlışdır. Yox, yanlış məlumat. Azərbaycan standartları üçün yaxşıdır, amma dünya... Negativ yanaşırsınız siz. Xeyr. Tələbələrin fəaliyyətidir, uğur qazanıblar, siz deyirsiniz ki, mən deyirəm, mən elə bir şey demədim. O Texnofestdə orada komanda şəklində, tək-tək olunca komanda şəklində icra edirlər işlər. Sabahdan bütün dediklərimə müdaxilə edirsiniz və yanlış müdaxilə edirsiniz. Deyirəm ki, Times Higher Education'da tək Azərbaycan Universiteti var ilk minlikdə, UNEC-dir, buna etiraz edirsiniz və əminəm ki, bu barədə məlumatınız yoxdur, çıxanda bir araşdırma edib öyrənərsiniz. Gələk bu məsələyə, mən cümləni fərqli ifadə etdim, siz tamamən yanlış başa düşdünüz. Mən dedim ki, uğurlarımız var, Bakı Dövlət Universitetində Texnofest çempionu var, Bakı mühəndislikdə də var, amma bu Bakı Dövlət Universitetində elə alimlər çəkimci, yəni dünya şöhrətlidir, gənc kadrdır və dünya şöhrətlidir.
Amma bu universitetin Amma uğuru bu deyil. universitetin uğuru deyil, fərqlərin uğurun universitetin uğuru kimi şeylər. 5-10 nəfərin uğurun dəstəkləyirik, sevinirik, fəxr eləyirik. Bunlar bizim başımızın tacıdır. Bunların olması bizim təhsil sisteminin nə örnəkdir, göstərir ki, Bakı dövlətdə işləməyən gənc alim olduğu kimi işləyən də gənc alim var. Bundan fəxr eləyirik. Amma bu Bakı dövlətdəki bütün laboratoriyalar, gəlin baxın görün, o laboratoriya kimi işləyirmi? O səviyyədə dünyaya akademik məqalə yazırmı? Bakı mühəndisliyi də eyni zamanda. Geri qalıb onun laboratoriyaları. Son dönəmlərdə Azərbaycan universitetlərində bir inkişaf var. Məsəl üçün deyək ki, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, keçmiş AZ dediyimiz Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, UNEK, Bakı Ali Neft Məktəbi ilə Ada Universitetini ayrı tuturam. Onlar onsuz da qurulduğu sistemdən çox yaxşı universitetlərdir. Çünki bir örnək universitetlər. Bakı mühəndisliyi inkişaf eləyir. Amma o səviyyədədirmi? Bu gün müasir tələblərə cavab verirmi? Odur problem. Universitetində son illərdə. Son illərdə olmamışam, xeyr. Mən sizə tövsiyə edirəm, bir dəfə yaxınlaşın, rəhbərdən xahiş edin, yəni gedin tanış olun universitetlərlə. Ən azından Bakı mühəndisliyi, yəni oradakı görülən işlər, görülən texnoparkda görülən işlər, tələbələrin fəaliyyətinə yaxından maraqlanın. Tamam, nə nəticəmiz var? İstehsalata gedən, hal-hazırda pazarlanan. Fikir bildirir. Siz orada olmamız zaman fikir bilmirəm, siz bildirin də. Yox, siz yaxınlaşın, araşdırın. Yox da mən sizə bildirirəm ki, siz narazılıq edirsinizsə, siz də müdaxilə edirsiniz, var deyirsiniz. Mən deyirəm ki, mən Bakı Mühəndislik Universitetinin real əmək bazarına uyğun bir şeyini görmürəm. Yəni istehsal elədiyi və hal-hazırda satışda olan mühəndislik universiteti olaraq bu dəqiqə əmək bazarında satışda olan bir texnologiyası varmı? PUA deyirsiniz, hal-hazırda hansı ölkəyə istehsal edilibmi, göndərilibmi, bir nəticə varmı? Yox, demək bizim universitet o sahədə ixtisaslaşmıyor baxı. Yəni siz onu sadəcə yaxınlaşın. Tamam da müasir təhsil sisteminə cavab vermirdi onda. Mən görməmişəm. Yəni siz bilirsinizsə örnək deyim mən. Deyirəm də orada tələbələrin fəaliyyətinə görə texnoparkı göstərim nümunəçisi. Yəni yaxınlaşın orada araşdırın. Baxın mən nə var o texnoparkda? Qardaş, bir dəqiqə texnopark nədir bilirsiniz? Tələbələrin belə deyək, öz ixtisasları üzrə. Baxın, mən texnopark qurucusuyam. Türkiyədə Ostim Texnik Universitetinin texnoparkında iş görən adamam. Texnopark nə işə yarayır bilən adam. Orta Doğu Texnik Universitetinin texnoparkı nə işə yarayır biləm. Hacıtepe Universitetinin texnoparkı nə işə yarayır biləm. Siz texnopark nədir bilirsiniz ümumiyyətlə? Mən demədim texnopark biləm. Deyirəm sizə yaxınlaşın, siz öyrənin. Texnopark nədir? Nədir? Axı bunun mahiyyəti bilmirsiniz. Sizin verdiyiniz örnəklə texnopark örnəyi ümumiyyətlə bir-birinə əlaqəsi olmayan bir şeydir. Yox, mən siz deyirsiniz, orada fəaliyyət yoxdur. Mən deyim, yaxınlaşın, öyrəndə burada pis şey nə var ki, sonra pis qəbul edirsiniz? Pis qəbul eləmirəm. Mən dediyim, siz deyirsiniz ki, texnoparkı var. Mən də deyirəm ki, texnopark nədir? Bunun mahiyyətini bilirsinizmi? Yəni, texnoparkın olması universitetin müasir təhsil sisteminə inteqrə olması mı deməkdir? Ən azından tələbələr nəzərdə keçdikləri o dərsləri praktikaya çevirə bilirlər. Tamam, bunu eləyən texnoparkdırmı? Texnoparkın elə bir funksiyası varmı? Tələbələr orada fəaliyyət göstərək, onlar üçün ümumi şərait yaradılır ki, öz bazarlıqlarını nümayiş etdirsinlər. Baxın, texnopark anlayışını bir dənə çox xahiş edirəm. Sizdən buradan çıxdıqdan sonra dünyada texnopark nədir, nə işə yarayır, tələbələrə avantajı nədir, avantajı nədir, bir bununla maraqlanır. Ostim Texnik Universitetinin texnoparkında, Qarabağ Universitetində Qarabağ Savaşında istifadə olunan STM dronları ürədilirdi. Baxın, universitet texnoparkı belədir. Mən bu gün örnək verə bilirəm ki, cəmi 4 ilin universitetidir, 5 ilin universitetidir. Texnoparkında istehsal olunan dron Qarabağ Savaşında istifadə olunur. Sən mənə belə bir örnək verə bilirsənmi? Bizim universitetlər axı sırf o sahədə ixtisaslaşmıyor. 5 ilin universitetidir, 5 ilin. 6 ilin. Daha keçən il yeni məzun verib. Yox, başa düşmürəm. Sadəcə bizim universitetlər o sahədə ixtisaslaşmıyıblar ki, biz nəsə istehsal edək. Eləməlidir ha. Yavaş formalaşırlar, inkişaf olunur. Nə mühəndisidir? Yəni Bakı Mühəndislik gənc universitetdir. Yəni o 2017-də formalaşıbdı. 100 il oldu var. Bakı deyirəm 5 ilin universitetdir. Yox, nə mühəndisliyi öyrədir, yaxşı. Yox, kompüter mühəndisliyi var, informasiya texnologiyaları mühəndisliyi, informasiya təhlükəsizliyi mühəndisliyi. O ixtisaslar formalaşır, yəni zaman-zaman artıq inkişaf edəcək təbii ki, orada inteqrasiya olunacaqdır. Nə qədər zaman keçəcək? Robotlar artıq dəyişəcək. Təbii ki, onunla bağlı işlər də görülür orada. Yəni universitetlərlə beynəlxalq əməkdaşlıq həyata keçirilir, yəni kadrlar cəlb olunur orada, ixtisaslar artırılır hamısında. Bala, mən bir şey demirəm, olsun, biz də onu istəyirik, olsun, amma biraz reallığı başqa rəhdə göstərməyək də. Fakt başqadır və indi Ramiz müəllimə bu sualı verəcəm. Ramiz müəllim, o universitetlə sizin tanışdığınız varmı elmi potensialı ilə, tələbələri ilə, dünya təcrübəsində onların alimlərinin adı keçirmi? Hansı universitet? Bakı Mühəndislik. Bakı Mühəndislik Universiteti ilə
belə o qədər də yaxın tanışlığım yoxdur sözün düzü. Yəni bizim belə deyək ki, kadr potensialımız əsasən formalaşır Bakı Dövlətin kompüter elmləri, Texnik Universitetin kompüter elmləri, mühəndisliyi, Orada da o ixtisas var. Nəcib gəlib sizlə memorandum bağlamırlar informasiya texnologiyaları institutu ilə? O agentlikdən tənzimlənir. O ki, hansı uyğunlaşma var. Tarixən bizim institutla, Azərbaycan Texnik Universitetinin tarixində onu bilirəm, Ramiz müəllim, başqa bir şey var. Sizin institut ölkədə mövcud olan bu sahələrin alimlərinin toplandığı əsas yerdir. Bu belədir, yoxsa yox? Bəli. Orada da deyir ki, kompüter informasiya texnologiyaları mühəndisi yetişdirirlər. O da sizinlə əməkdaşlıq eləmir. Siz də bayaq özünüz dediniz ki, elmlə təhsil sinxronlaşmasa, inteqrasiya olmasa, təhsil ona gücü çatmayacaq. Bu da eləmir. Onda necə yetişdirir o mütəxəssisi? Ola bilsin başqa universitet, başqa nədir? Mən səhv etmirəmsə başqa institutdan onların əməkdaşlıq memorandumu var. Cənubi Koreya İnhon Universiteti, həm də Pekin Texnologiya Universitetindən 2 il proqramları var. Yox, 2 il proqram başqa şeydir. Yox, yəni ki, ora tələbələr ora göndərilir, orada da praktik keçirlər. Tələbə göndərməkdən bayaq gördünüz, dedi, elmlə təhsilin inteqrasiyası. Və dedi, bu olmasa təhsil onu çevik deyil ki, məsələn, təhsil sistemi çevik deyil və olmamalıdır. Ondan onu istəmək lazımdır. Ondan bir şey istəmək lazımdır ki, inteqrasiya prosesi geçsin. Hətta o vaxtı müəllimləri təkmilləşdirmə institutu əslində bu işi görür. İndi onu da bağladıq ki, olmasın, heç kim təkmilləşməsin. Tək müəllimləri təkmilləşdirmə SSR-in vaxtında peşə təhsilinin artırılması var idi. Moskvaya göndərdiyimiz SSR-in müxtəlif aparıcı institutlarına göndərilir. Orada təzədə yenidən peşə öyrənmə institutları var idi. Bəli, ixtisas dəyişmək, yeni peşə öyrənmə, haqlısınız. Bir il var idi, mənim müəllimlərim Bakı Dövlətdə oxuyanda, müəllimlərim hər hansı bir 3 ildən, 5 ildən bir gedib orada o kurslara keçib gəlirdilər. Eyni şeyi biz etmək istəyirik biz bu hal-hazırda. Bizim institutdan mən onu soruşuram ki, sizin institutda bu potensial olurlar. Azərbaycanda indi bizim hörmətli qonağımız Vüsət müəllim deyir ki, çox tanınmış, yaxşı mütəxəssisləri olan universitetdə, amma əməkdaşlıq eləmir. Yəni niyə? Özə uzaq da deyil, 11 kilometr məsafəsi var. Sizin institutla o universitetin arasında 11 kilometr var. Yəni buradan Koreyaya gedincə bir dəfə də gəlsinlər burada. Yəni demirəm, siz gəlin. Ümumiyyətlə maraqlıdır. Deyirsiniz, Bəxtiyar müəllim oraya getsin. Yaxşı, bizim hörmətli Günel xanım orada olub. Nə gördünüz o texnoparkda? Orada robotlar var idi onların. Özlərinin istehsalı. Yox, bilirsiniz, orada yəni başqa avadanlıqların işləmə prinsiplərini göstərən strukturları var idi, avadanlıqları var idi. Yeni gətirmişdilər. O texnopark deyil axı, hə? Texnoparkda öz istehsalları olmalıdır. Texnoparkda əslində şirkətlər olur. Bəli. Bu texnologiya ilə bağlı olan şirkətlər. Bu nə üçün yaradılıb texnoparklar? Məsələn, universitet məzunları, tələbələr getsin işləsin orada düzəltsinlər. Şirkət qursun, öz şirkətini qursun. Bəli. Bu girişimcilik dediyimiz Türkiyədə, Azərbaycanda nədir? Sahibkarlıq. Yəni siz gördüyünüz faktik olaraq texniki sərgidir. Bu startap layihələri, yox şirkətləri. Siz yəni gördünüz, bax deyirsiniz getsin. Günel xanım gedib və görüb ki, ora daha çox laboratoriya ilə sərginin arasında bir şeydir. Ya ona görə deyirəm ki, yəni bizim hər birimizin tək məqsədi və tək arzusu var ki, Azərbaycanda təhsil dünyadakı təhsil səviyyəsindən yaxşı olsun. Biz bunun üçün mübarizə aparırıq. Amma bunun üçün mübarizə aparmaq üçün də öncə problemi bilib, sonra problemi həll eləmək lazımdır. Yəni bizdə problemi bilmək bir günahdır. O bildiyin problemi səsləndirmək ikinci günahdır və bu bağışlanmaz günah hesab olunur. Bir çox məmurlar tərəfindən, çox təəssüf ki, belədir. Bu reallıq da var. Və heç kim də öz yerinə, öz ayrarına tuş demədiyi kimi də öz yerini yeniləmək istəmir. Bu da bir təəssüfləndirici bir haldır. Mən niyə israrla mühəndisliyi soruşdum? Mən niyə israrla tibbi soruşdum? Çünki siz bayaq dediniz ki, ən çox Azərbaycandan tibbdən və mühəndislikdən gedib xaricdə oxuyurlar. Siz də dediniz ki, onlar attestat, yəni girə bilməyənlərdir, daxil ola bilməyənlərdir. Mən də soruşmaq istədim, bilmək istədim, bizdə daxil olanlar nəyə əldə edir? Məlum oldu ki, heç nə əldə eləmirlər. Və bu acı reallıq və biz indi süni intellektin gətirdiyi yeni peşələrlə qarşılaşacaq. Harada yetişdirəcək? Kim yetişdirəcək? Bu sual idi. Cavab vermək istəyən var.
Yəni biz siz Mən bilmirəm, ona görə soruşuram. harda yetişdirəcəyik? Təbii ki, öz universitetlərimizdə yetişdirməliyik. Yox, malı məli ilə danışmamaq şərti ilə olar. Bax, o şəkilçi elə bil yoxdur Azərbaycan dilində. O şəkilçisi yoxdur. Xaricə göndərdiyimiz peşəkarlarımızı geri gətirib yenə öz ölkəmizdə yetişdirdik. Niyə gəlmirsiniz bəs? Niyə gəlmirik? Dedim, gəlməmə səbəblərindən bir Eləcə deyiləm. İşte bu şəraiti dəyişmək lazımdır. Yəni bilirsiniz, bax, Hansı şəraiti? Elmə münasibətimi? Universitetlərimi? Bilirsiniz, bunlar dövlət büdcəsindən bu maliyyələşir. yaxınlarda Qarabağ Universitetində 2 təyinat həyata keçirilib. Yəni bu yaxınlarda son bir il ərzində belə deyim, bir orada tibb ixtisası yaradıldığına görə orada Amerikadan adı yadımdan çıxıb alimin üzrü sayısı, yəni oradan Amerikada işləyən, dərs keçən bir mütəxəssis çağırıblar və eyni zamanda Londonda, Böyük Britaniyada da maliyyə ixtisası üzrə dərs keçən bir şəxs adlar yadımdan çıxıb, yəni üzrü sayısı. Eyb yox. O həmin şəxsləri biz Qarabağ Universitetində gətirmişik. Yəni biz deyəndə dövlətimiz gətiribdi. Sağ olsun dövlət. Yəni o şəxslər həqiqətən sağ olsunlar ki, Amerikada, Böyük Britaniyada olan o lüks həyatları mən düşünürəm ki, yəni yaşayış səviyyəsi yüksək olub. Onu atıb gəliblər bura, məsələn, çalışıblar ölkəmizin inkişafına görə. Və yəni siz də vurğulayırsınız. Mən razıyam. Xaricdə oxuyan o rahat şəraiti qoyub gəlib burada eləməz o şeyi. Amma dövlət tərəfindən dəstək lazımdır. Mütləq şəkildə onlara şərait yaradılmalıdır ki, gəlsin. Amma indi bir məsələ var. Mən başqa şey deyirəm. Dövlət də, və mən bunun Təhsil Nazirinin çıxış əsasını deyirəm. Dövlət də çox gözəl bilir ki, xaricdə və yaxud Azərbaycanlı bir mütəxəssisə yaxşı imkan yaradıb gətirib burada hansısa bir universitetdə işləsə heç bir nəticəni verməyəcək. Çünki o ətrafındakı o müəllimlər imkan verməyəcəklər, o professorlar var ya, onlar imkan, onun gecə ilə misal üçün nəsə eləyə bilərlər ki, o çıxsın, getsin. Amma Qarabağ Universiteti yeni qurulub və bizim Təhsil Nazirini mən dünən də və ondan elə sizin tədbirdəki çıxışında Qarabağ Universiteti ilə bağlı onun istəklərini, arzularını görəndə mənə bəlli oldu ki, bu yeni bir model olacaqdır. Və hamı eyni vaxtda başlayacaq, heç kim orada kök atıb, mafiyalaşmayacaq, qruplaşmayacaq deyə oradan biz nəsə nəticə görə bilərik. Mən belə başa düşdüm ki, bizdə ümumi o binaların içində də yenilənmə getməlidir. Yoxsa o yenilik nə də gəlsə, orada o köhnəliyin havası boğa bilər. Bu, təhsil... Ona görə də yeni qurulan universitetlər, köhnə qurulan universitetlərdən daha uğurludur. Qarabağ Universitetdə onlardan biri olacaq. Bakı mühəndislik də təzə qurulubdur. Bakı mühəndislik rəsmi şəkildə 2017-də belə deyək, yəni prezident sərəncamı ilə formalaşırdı. Mən bilirəm Qafqazdan gedir. Bizim redaktorumuz bayaqdan deyir Qafqaz. Bilirəm, mən də orada oxumuşam, ona görə bilirəm. Mən başqa şeyi soruşuram. Bizim hörmətli mütəxəssisimiz dedi 2017-də yaranır. Rəsmi şəkildə də belə prezident sərəncamı. Tamam da 2017-də yaranır. Dediniz gəncdir. Bayaq dediniz təzə başlayıb. Baza var, amma ad olaraq təzə başlayan ADA, Neft Ali Məktəbi, hətta Qarabağ Universiteti artıq uğur əldə eləyir. Bu 2017-dən əldə eləyənmir. Bir dənə sərgi salonu açıblar. Günel xanımda hər laparlar var. Kifayət qədər uğurlu işlər görülür. Yəni ki, nədir uğurlu iş? Ən azından məsəl üçün dövlət proqramları həyata keçirir, xarici tələbələrin göndərilməsi. Nəticə xarici tələbə göndərir. Yox, ikili proqramla göndərir. İkili proqram nədir? İkili proqram. Onu hansı bir şirkət eləyə bilməz? 2 il burada dövlət proqramlardır onların. Daha yaxşısını deyim mən sizə. 3 il gəlin biz şirkətdə təhsil verək. Mən də onu deyirəm. 1 il getsin İngiltərədə oxusun, qutarsın, məzun olsun. Yəni bu ikili tərəfdən olunan bir şeydir. Yəni ki, bunun demək düzgün deyil. Aydındır. Bizim istədiyimiz, bizim davamız həm də ondan ibarətdir ki, bugün Azərbaycanda təhsildə nəsə eləmək üçün çalışan insanlar var. Birincisi, mən ümumiyyətlə sizin kollektivə, sizin o bütün heyətinizə böyük təşəkkürümü bildirirəm. Biz də təşəkkür Çox böyük iş görürsünüz. Mən o uşaqları görəndə, əslində ilk illərdən başlayaraq məndə bu hiss yaranmışdı, amma bu dəfə də görəndə çox böyük qürur hissi keçirdim və düşünürəm ki, onlar həqiqətən mübaliğəsiz deyirəm, bizim sağlam, ağıllı və sabaha, yox, hətta bürsü ilə baxa biləcək gənclərdir. O uşaqları siz cəlb edirsinizsə və mən bilirəm bu hansı əziyyətlə başa gəlir. Bəlkə də Bakıda asandır, amma rayonlarda nə qədər bizdə əziyyət çəkirsin, bütün komandanıza mən dərin təşəkkürümü bildirirəm və layihə rəhbərinə də xüsusi təşəkkürüm var. Və əlbəttə ki, Təhsil Nazirinə də minnətdarlığımı bildirirəm ki, bu qədər fəal iştirak elədi, hamıya bir-bir özü izah eləyirdi. Bu özü bir yaxşı təşəbbüsdür. Mən düşünürəm bunun nəticəsi olacaq. Mən çox arzulayıram və artıq nəticələri siz dediniz, mən çox sevindim. Və mən çox istəyirəm ki, Günel xanım, gələn biz bir də görüşək. Artıq yeni nəticələrlə görüşək, yeni rəqəmlərlə görüşək, yeni kateqoriyalar haqqında məlumat verəsiniz və bu 10% ki, əhatə edirsiniz, bunun faizi orta məktəblərlə bağlı daha çox olsun. Mən bunu istəyirəm və uşaqlarımızı bax, bu istiqamətdə də bir maraqlandıraq. Valla, telefondan maraqlı çox şeylər var bu dünyada və biz istəyirik ki, uşağımızın başı qarışsın, yaxşı mənada qarışsın da, yəni
o robot da düzəldə bilər, elə telefonun özünü də gələcəkdə düzəldə bilər, nə bilim, PUA da düzəldə bilər, hətta ən adi məişətdə elə bir cihaz düzəldə bilər ki, o gələcəkdə bizim anaların, xanımların da köməyini dura bilər. Çünki bütün böyük ixtiralar məhz belə başlayıbdır və bizdə ölkədə bu varsa, bu layihə keçirilirsə və bu qədər böyük diqqət varsa bu layihəyə dövlət tərəfindən, qurumlar tərəfindən, da Expo mərkəzində o boyda ərazidə bu göstərildi. Biz də bir qədər fərqli, yaradıcı və istəklə yanaşaq. Bax, burada ürək yandırmaq lazımdır, burada artıq emosiya lazımdır ki, övladımızın gələcəyini biz də düşünək və bu şəraitdən, bu imkandan istifadə edək. Görüşərik.